dumanlı gözəl. Either you're mine or you're not. Əlini bıçaq kəsibdir. Make up your mind, sweet baby. Bıçaq kəsibdir. Right here, right now is all we got. Əlini bıçaq kəsibdir. A little party never killed nobody. So we gon' dance. Ne oldu Bayşin? Əlimi bıçaq kəsib. Yox, bugün bizim elə qonağımız var ki, o bıçaqdan istifadə eləmir. Xanımların üzünü, gözünü gözəlləşdirir, babyface. Əslində mən də bir dəfə Nurlanın xanımın yanında olmuşum, amma indi bu axır vaxtları yatmıram. Biraz gözümün altında şişkinlik, biraz bildiyim problemlər var. Babyface'im var. Bilmirəm, sənin eynəyin arxasında görünəcək ya yox. Bugün də çox maraqlı qonaqlarımız var. Əslində qonaqlarımızla bugün tam başqa bir mövzudan danışacağıq. Düzdür, duetlərdən də danışacağıq. Bugünkü günün, bilirsiniz ki, həftəmiz keçən həftə çox qalmaqallı həftə oldu. Akşin Fatih, Vəfa Şərifova, nə bilim, Afət Fərman qızı, nə bilim, bir çoxları gəldi bura və ağlımıza sığmayan və düşünmədiyim sözdən. TikTok'da verişim ən çox TikTok'da müzakirə olur. Və ilk TikTok'dan çıxdı nədənsə bu reytinq partlayışı. Niyə? Çünki mən baxdım Instagramda ən böyük kütlə TikTok'dan gəldi. Sənə? Bəli, həm mənə, həm baxış sayılarına baxdım ki, ən çox TikTok'dan gəldi. Onda burada fürsətdən istifadə edib TikTok dostlarımı salamladı. Hamıya salamlayıram. Hər gün neçədə açırsan orada? 12-də. Axşam 12-də DJ ilə orada live müzik olur da, yəni canlı performansı olur. Girib baxa bilərsiniz. Biz amma hər gün səhər saat 12-də, həftə içi 5 gün sizlərin qarşısındayıq. Mən istəyirəm vaxtı uzatmadan elə qonaqlarımızı dəvət edim. İlk öncə elə bayaq dediyim kimi istəyirəm Babyface'in Azərbaycanda yaradıcısı və rəhbəri. Babyface bilirsiniz ki, üz, yəni ki, uşaq üzü kimi çıxır, amma o qədər orada heç bir iynədən, dərmandan, nə bilim, dərman ola bilər hansı maskalardan istifadə olsa, amma iynələrdən istifadə olunmur orada və Azərbaycanda bildiyimə görə bu əmtəhə nişanı yalnız Nurlana xanıma aiddir. Ona görə bugün Nurlana xanım bizim qonağımızdır. Biz də bu gözəlləşdirmədən danışacağıq. Buyursun Nurlana xanım. Nurlana xanım. Çox sağ olun, Hələ biz sizinlə verişimizin axarında bu haqda söhbətlər eləyəcəyik. Çünki bildiyimə görə bir çox gözəllə salonları ya da kosmetoloji yerlər sizin bu Babyface adını mənimsəyiblər. Bəli, var elə bir şeylər. Var elə bir şeylər. Biz danışacağıq bu haqda və bayaq dediyim kimi bu əmtəhə nişanı yalnız və yalnız Nurlana xanıma aiddir. Ona görə biraz diqqətli olun. Çünki açdığımız gözəllik mərkəzi hansısa bir tip ocağının adında varsa o və Nurlana xanım icazəsi yoxdursa o qanun tərəfindən bağlana bilər. Ona görə çox diqqətli olun. Növbəti qonağımızsa bizim, o xanım da çox gözəl xanımdır. Məncə o da Babyface-ə getməlidir ara bir. Çünki müğənnilər makiyajdan və yorğunçuluqdan əziyyət çəkirlər. Gec yatırlar, tez dururlar, gec yatırlar və üz yorğunçuluğu var. Məsəl üçün, məndə də var. Ona görə də biri görürsünüz, ekstra yerlər olur ki, siz getməlisiniz və üzünüzün yorğunçuluğunu aradan götürmək üçün mütləqdir ki, Nurlana xanımın mərkəzinə müraciət eləməlisiniz və ən əsasıdır ki, Mina məncə tez-tez ora gedəcək. Çünki onun üzünə bu baxımlar da lazım. Çünki gözəl xanımdır və gözəl ifaçımızdır. Mina Hüseyin, xoş gəlib, səfa gətirib. Sonra mənim yerimizə. Xoş gəlmişsən Mina. Xoş gəldik. Nurlana xanımın yanında otur. Çünki Nurlana xanımın bugün faydalı da məsləhətləri olacaq və ondan da inşallah bəhrələnəcəksiniz. Növbəti qonağımızsa bizim Fəridi biz Türk Vision yarışmasından tanıyırıq. Çünki Türk Vision da Azərbaycanımızı təmsil etmişdi və uğurlu bir layihəsidir və bildiyimə görə Azərbaycan Dövlət Televiziyasında veriliş aparır. Bilmirəm, indi aparır ya yox, amma mən orada da o layihədə görmüşdüm onu. Bugün də qonağımızdır. Çünki niyə? Çünki bu günləri bəylərimizin özünə baxımından və xanımlarımızın da baxımından danışacaq. Bu həm bəylərimizə aiddir, həm də xanımlarımıza. Buyursun, Fərid Həsənov, xoş gəlib, səfa gətirib. Xoş gəlmişsən Fərid. Bu kamera sənə işləyəcək, bilirsiniz ki, o kameradır. Növbəti cütlüyümüz isə, bunlar da cütlük olublar. Bir yerə gedirlər, bir yerdə verilişlərə çıxırlar, amma duetləri də tutarlı duetlərdir. Amma hələ ki, onları bir-bir dəvət edəcəyəm. Mən Əkbəri illərlə də tanıyıram və Əkbərin də öz bu
necə deyim, bu mədəniyyət və incəsənətdə öz yolu var. Çalışır öz cığırı ilə getsin və qalmaqalsız, düz də bəzən arada bir qalmaqal olur, amma onun da öz kütləsi var ki, hansı ki onu qəbul edir və inşallah ki, bu pandemiya dövrümüz qutarsın, toylar başlasın. Əkbərlə gedir, toylarını oxuyur, mahnılarını oxuyur, verişlərə çıxır sakitcə və sevənləri də onu sevirlər və günü-gündə kütləsi artır. Buyursun Əkbər Əliyev. Dostumuz xoş gəlib, səfa gətirib. Xoş gəlmişsin Əkbər. Salamlayıram səni. Növbəti qonağımızsa bizim Jennifer Lopez'in rəqibi. Demək olar ki, bəlkə də doğrudan da show biznesdə Rozanın figurasından hamısı danışır və bəzi xanımlar ona sözün əsl mənasında paxıllıq edirlər. Bəzən əməliyyatlar olur, amma o figura aidiyyəti deyil. Çünki, bəli, sən уже dəqiq bilirsən. Mən dəqiq bilirəm. Amma Rozamız da doğrudan da son zamanlar çox gündəmdədir. Həm öz verilişi ilə Bakı vaxtı və həm də ki, oxuduğu mahnılar, açıqlamaları. Bir sözlə, bu xanım da hər yöndə cavab verə bilir. İstəyir musiqi cəhətdən, istəyir ona söz atanlara. Bugün də qonağımızdır. Buyursun ifası ilə Roza Zərgərli. Xoş gəlib, səfa gətirib. Təhlükə var, məni eylədiyin sınıb, qəlbimə doldu, gecə kabusum oldu. Kabusum oldu. Yenə gəzirəm bu köhnə şəhəri, bu gecə ol qonağım. Sürüm yalvaranım, çox yox onlara marağım. Hələ çıxmadı sənə bənzər birisi mənim qarşıma. Amma var səndə bilmirəm nəsə, heç gəlmir xoşuma. Təhlükə var sos, məni eylədi gitmez. Qəlbimə doldu, gecə kabusum oldu. Təhlükə var sos, məni eylədi gitmez. Qəlbimə doldu, gecə kabusum oldu. Kabusum oldu. Yenə gəzirəm bu köhnə şəhəri, bu gecə ol qonağım. Sürüm yalvaranım, çox yox onlara marağım. Hələ çıxmadı sənə bənzər birisi mənim qarşıma. Amma var səndə bilmirəm nəsə, heç gəlmir xoşuma. Təhlükə var sos, məni eylədi gitmez. Qəlbimə doldu, gecə kabusum oldu. Təhlükə var sos, məni eylədi gitmez. Qəlbimə doldu, gecə kabusum oldu. Kabusum oldu. Təhlükə var, məni eylədi gitmez. Qəlbimə doldu, gecə kabusum oldu. Təhlükə var sos, məni eylədi gitmez. Qəlbimə doldu, gecə kabusum oldu. Təhlükə var sos. Bilmirəm Roza Zərgərli kimin kabusu olub, amma 100%-dəki kabus olub, onu ver mənə. Sən onunla danışırsın. Xoş gəlmişsən Roza, sən də. Teşekkür ederim. Herkes salamlayıram. Hem ekran önünde hem de qonaqlarımızı. Roza doğrudan kimlərsə kabusu olursan? Valla o Əkbərdən soruş, o bilər də. Əkbər sən Kabusumdur. hüvət ortağındır. Elə bil ki, Əkbər sən həyat yoldaşındır ki, hər Elə şey demək olar ki, bilsin. elədir də. Nə? Her şey olabilir de toylarda ne hayatta. Roza bugün subay xanımsan. Bugün subay Bugün xanım hə, deyərkən, subay. Yine həyat yoldaşın yoxdur. 3 ildir tolik artıq. Sən deyəsən yatmısan fil qulağında. Roza, mən yatmışam. Doğrudan da mənim
hər şeydən xəbər. İndi Əkbər həyat yoldaşlığı namizəddir. Hər şey ola bilər. Bəlkə də pandemiyadan sonra bir siftə elədik. Qəşəng bir toy elədik. Qurban olun. Bu show biznesdə nəsə etmək lazımdır da, yəni. Yəni mən belə bir doğrudan da Veriliş axını başqa idi, indi prodüksiyon başqa axını. doğrudan da indi 3 ildir. O bizə aid deyil də. Bizdə olsa hər şey sağ olacaq, hamınız biləcəksiniz. Hamı qismət olsun inşallah. Əkbər doğrudan müğənninin ailə qurarsan? Niyə də yox? Yəni Rozanı mən neçə illər tanıyıram. Yəni içini... Ay balam, Rozanın səndən bir 10 yaş balaca oğlu var, Sən bu yaşı bilirsən, həzli. Yox, mən... 42 yaşım var, mən. Amma məndən də böyüdü yaşda, Sən bax. balacasan, biz yaşlıdır, bu bizdən böyükdür. Roza səndən böyük, balaca yaşda. Biz sənə eyni yaşdayıq. Yəni Əkbər səmimi deyir, Roza ilə aranda bir nəsə olsa ailə qurmağa razı olarsın. Niyə də yox? Çünki yəni yeni insanla tanış oldum, onu tanımaq lazımdır, onun qanunla gəlmək lazımdır. Yəni bu hazır obyekt vardı. Obyekt kimi baxırsan sən Rozaya? Yox, dost kimi baxıram. Yəni bu Yox, hələ ki dost kimi obyekt. Rozaya obyekt kimi baxırsan, mənə necə obyekt bu? Obyekt yəni nə Ticarət var? obyekti Yox, yoxsa? o barədə yox. Yəni Obyekt. 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 Yəni o. Cina. Bugün aprelin biri Pandemiyadan sonra bizim birinci toyumuz olacaq. Hardan gəlir? Nurlanə xanım, bax bu baby face-lərdir ki, bunların yaşını da biz tanıya bilmirik. O qədər özünə baxırlar. Necəsiz Nurlanə xanım? Yaxşıyam, çox sağ olun. Nurlanə xanım, show biznesdə dostlarınız kimlərdir? Mənim bir çox xanımlarla çox gözəl münasibətlərim Amma var. mən müğənnilərdən söhbət gedir. Kimlər? Belə dost münasibətim yoxdur, amma bir yaxşı yoldaş münasibətlərim var. Kimlər gəlir bizim baby face-ə ki, mənim üzümü arıqlatdır, qəşəng gəlir. Çünki sizdə bilirəm ki, iynədən dərmandan istifadə olunur. Yalnız çünki bir dəfə özüm olmuşam yanınızda sizin. Yəni kimlər gəlir ki, məni cavan elədi? Mən istəyirəm yaşımdan çox cavan görünüm. Bir çox. Bir çox məşhurlar. Bilmirəm ad çəkmək nə qədər doğru olar, amma bir çoxlar. Konfidensiallığı qoruyursunuz. Mən hesab edirəm ki, səhifəmdə kifayət qədər var show biznes nümayəndələri və bəziləri var əlbəttə. Elələri var ki, gəliblər heç biz paylaşmamışıq. Mina, bax üz cizgilərin, gözəl bir müğənnisən, amma özünə vaxt tapa bilirsənmi ki, gözəlliyinə vaxt ayırasan? İşte ad çəkmək lazım deyil buradan sizə kosmetologunuzdan, amma gedirsən, bunlara hamısı prosedurlar edirsən. Mütləq ki, yəni demək olar ki, mən günümü salonda keçirirəm, çünki baxımlı olmağı çox sevirəm. Nə bilim, çox sevirəm baxımlı olmağı, yəni hər gün demək olar ki, mən salondayam. Fərid, kişilərin özünə baxmağına, yəni gedib kosmetoloji özlərinə baxmağına necə baxırsan? Bu normaldır. Əlbəttə ki, yəni bu sırf bu sənətə aid deyil, hər kəs özünə baxmalı. İstəyir həkim olsun, istəyir yəni başqa bir işlə məşğul olsun, hər kəs özünə baxmalıdır. Yəni metroseksual insan normaldır. Bəzi insanlar deyir ki, indi biz öyrəşmişik, bir görürsən dırnağımızı özümüz tuturuq, ayaq dırnaq. Amma insanlar öz baxımını sevirlər, gedirlər. Bu Türkiyədə bu ən çox məncə populyarlaşır, bizdə də var. Tək qadın niyə özünə baxmalı? Yəni kişilər də özünə baxmalı. Heç üzüvü də qırxmırsan sən. Yəni buraların elə sənin saqqal çıxır, mənim kimi qırxırsan, gedib lazer eləməmsən. Yox, lazerdən qorxuram. Niyə qorxursan ki? Yox, qorxuram belə şeylərdən. Show biznesdə kimdən qorxur Əkbər? Heç kimdən. Elə bir adam yoxdur ki, ondan biraz ehtiyat eləyəsən. Yox, mən hamı ilə ehtiyat edirəm. Yəni dostla da dostluq eləndə onunla ehtiyat edirəm. Yəni bu vacibdir. Ona görə yəni mənim düşmanlarım yoxdur, bir dənə düşmanlarım o da ermənilərdir. Amma belə dostlarım, sənət dostlarım, hamısı dostlarımdır. Roza, öz baxımına nə qədər vaxt ayırırsan gündə? Əslində pandemiyadan öncə məcburiyyətdən vaxt ayırdım. Çünki işimiz çoxdur, bunu zaten bilirsən. Amma pandemiya bu bir il bizə çox yaxşı təsir elədi. Nə baxımdan? Həm səs tellərimiz biraz özünə gəldi. Həm zahiri görünüşümüz, zahiri görünüşə çox diqqət verirəm. O ki, qaldı kişilərin baxımından, mən sənə düzün deyirəm. Mənə elə gəlir özgüvənli, özünə baxan xanımlar. Məsələn, mənim üçün prinsip nədir? Tanış olduğum, hər hansısa tanıdığım bir kişinin birinci baxdığım məqam, dırnaqları. Yəni, onun dırnağı səliqətlidirsə də artıq bu mənə xoşdur. Yəni, dırnağını yemirsə yaxşı şeydir. Ay, sağ ol. Deməli, bu insan etik normaları qoruyur və baxımlıdır. Sən dediyin ki, üzdə məsəl üçün kant almaqdır, üzünə baxımlı olmaq, kişi, qadın fərq etməz, baxımlı olmalıdır. Mina, son zamanlar bilirsən ki, sosial şəbəkələrdə yayılan bu söz-söhbətlər ki, mən biraz imkanı zəif olan oğlanla ailə qurmaram, belə elə. Sən nə düşünürsən, bir gənc bir xanım kimi? Bugün fanatların var, sənə yazanlar var. Yəni, hamı birdən-birə imkanlı olmamalıdır. İnsan var ki, bəlli bir yaşdan sonra karyera qurur, biznes qurur, düzdür mü Nurlanə xanım? Və imkanları genişlənir. Ola bilərmi ki, bugün çox pul qazana bilməyən, normal səviyyədə yaşayan bir evladın, ailənin bir evladı ilə ailə qurasan, yoxsa yox. Mən yalnız imkanlı olmalıdır,
nə bilim, altında 100 minlik maşın Yox, olmalıdır? təbii ki. Nə çox varlı istəyərəm, yəni olsun, nə də çox kasıb. Orta təbəqə məncə özümüzü dolandıracaq qədər məncə kifayət edir. Özümüzü dolandıracaq nə qədər olur? Yəni ən azından nə bilim ailəsinə baxsın kişi, yəni Nə ailəsinə qədər sənin həyat baxmalıdır. yoldaşın ayda pul qazanmalıdır? Ayda pul qazanmalıdır vallahi. Mən nə deyim indidən bilmirəm. Çünki indi bax Amma sizin mən üçün çox qəbul rahat edərəm. deyim sənə. Mənim üçün sevgi daha önəmlidir. Əlbəttə ki, sevsəm hər şeyinə qəbul edərəm. Kasıb belə olsa. Qəbul edərsən. Bəli. Bu tam səmimidir. Tam sən. Hətta bir müddətdən sonra desə ki, biz kirayə yaşamalıyıq. Əgər onun sahəsi mənim sahəmə uyğun olsa, bəlkə də əl-ələ verib işləmək olar deyə düşünürəm. Niyə düşünürsən? Bəli. Fərid, niyə belə elədin? Yəni, bugün tanınmışsan, amma bəlli bir şeydir ki, pandemiya, toylar yox, tədbirlər yox, pul qazana bilmirsən. Özündən imkanlı xanımla ailə qurarsan, yoxsa deyərsən ki, öz təbəqəm olsun. Çünki niyə? Çünki sabahları başa vurmaq şeyi var və mənim atamın evində yaşayırsan. Çünki belə şeylər çox olur. Mənim ümumiyyətlə elə gəlir ki, ya mən bu mənim xarakterimdir də, ya məndən güclü insanın yanında sıxılaram. Bu mənim xarakterimdir. Yəni özümə uyğun adam tapmaq. Nə qədər də yola getsən də mənə elə gəlir ki, bir müddət sonra o nəsə özünü bir özə verəcək. Mənə elə gəlir. Ola bilər ki, elə iki insan olsun ki, xanım daha çox pul qazansın, amma kişi daha az. Yəni uyuşa bilərlər. Milan dediyi kimi bir işdə işləyə bilərlər. Mənim xarakterim budur ki, məndən güclü xanım istəmərəm. Roza, necə fikirləşirsən? Bax, sən indi ən azından dünya baxışın biraz fərqlidir. Yox, biraz yaşdır indi. Azdır. Yox, nə mən? Hə, amma səncə bugün səmimi açıqlamalar mı verir bizim müğənnilərimiz? Çünki bilirsən ki, Pərvin Abiyevanın açıqlaması çox qalmaqallı oldu. Sonra çıxdılar, dedilər ki, biz əskərə gedərik. Yəni, tək əskərlərdən söhbət getmir. Pərvin sadəcə fikrini düzgün izah eləmədi. Mən elə gəlir Pərvin qəlbin dərinliyində elə fikirləşməlidir, amma fikirləşirsə də o onun artı mənfisidir. Amma özünü müdafiə eləməyə gəldi. Özünü müdafiə etdi. Hə, amma məsələn Mina ağzını açmamışdan, danışmamışdan mən bilirdim Mina nə deyəcək. Hətta biz göz-gözə baxışdıq, mən bilirəm də insanın halına, tipinə uyğun olaraq. Məsələn mən o qadınlardanam ki, elə kasıb vaxtlarımızda olub ki, biz təzə başlayanda illər bundan Biz milyarder döyürük, milyarder döyürük. Biz işlədiyimiz təqdirdə qazanacağımız məbləğ əziyyətimizin qarşılığıdır. Mən o qadınlardanam ki, mən ən kasıb oğlanı kişi ilə evlənərəm, mən o Ridavi əskərdən general düzəldəsi qadınam. Mən özümə güvənirəm. Mən bilirəm ki, yaxşı, sevirəmsə bu insanı və bu insan məni sevirsə, biz bir arada, bir ocaqda kimiz isə baş-başa, biz əl-ələ verib bir çox şeyləri fəth eləyə bilərik. Ona görə mənim üçün pul önəmli deyil və olmayıb da heç və indi özündə bilirsən. Yəni, bax, Roza, bax, bu günləri sənin özünün, özünə görə... Mən üçün qızıma, oğluma deyirəm də sənə. Qızıma, oğluma, məsələn, qızım çox seçicidir, oğlum çox seçicidir. Oğlum o karyera düşünür, qızım da karyera düşünür. George'dan söhbət gedir. Hə də George'dan söhbət gedir. Məsəl üçün, bilirəm indi həyatında gələn, gedən xanım, bu normal bir şeydir, oğlan xeylağı da olmalıdır. Qızımın seçmə qabiliyyətini görəm ki, bu belədir, bu belədir. Mən uşaqlarıma deyirəm ki, bir şeyin dadı o anda gözəl olur ki, onu bərabər qazanırsan. Və illər boyu gəlirsən, məsəl üçün, 40 yaşına, 41 yaşına, 45 yaşına, 50, 100 yaşına çatırsan və bilirsən ki, tarixdən evləndim, biz sıfırdan bərabər gəldik, bura kimi çıxdıq. Onun ləzzəti başqa olur. Və onda ailə bir akademiyadır. Yumruq kimi, prezidentimiz demişkən, yumruq kimi mükəmməl ailə olur. 2 gündən sonra boşanma olmur. Sən, məsəl üçün, deyirik, kasıb oğlana getmərəm və yaxud da qızlar deyir ki, hə, bunun maşını Galinvagendir. Onun maşını atası ona alıb, sənə yox. Bax, səncə bugün show biznes ailə quran tanınmışlar var, Əkbər. Onlar səmimiyyətdən bu ailəni, çünki indi toy yoxdur. Bir ara çox müğənnilər ailə qurdu, toy elədilər, sonra 3-4 ay keçməmiş boşandılar. Bu show biznesdən danışırıq biz, çünki biz tanınmışlar, yəni biz tanıdığımız insanları müzakirə edə bilərik burada. Səncə onlar bunu nəyə görə edir? Xalaqətli qalmasın, vaxtımdan keçir, tez toy eləməliyəm, yoxsa doğrudan da bu sevgi var, məhəbbət var bu ailə qrubu? İnanmıram, vaxtında keçmə məsələsi olsaydı bu çoxdan evlənərdi, 40 yaşda kimi oturub. Adətən bilirsən necədir Tolik, yəni adətən təzə-təzə xanımlar deyir ki, mənə heç nə lazımdır, pul lazımdır, maşın lazımdır. Amma evlənəndən sonra artıq problemlər çıxır və artıq insan başa düşür ki, mən nə bağışlayıb, mənə qələt elədim ki, mən evləndim. Yəni bu da var, yəni indiki real həyatda belədir. Yəni insanlar nəyəsə görə evlənirlər. Yəni sevgi, məhəbbət, ay eşq, mən sənin yanında serenada oxuyum ki, sən mənim olasan, yox. Birisi real, hər şey real baxmalıyıq. Yəni vəziyyət belə çox belə çox... Ailə tablosu kimi bizim camiyyədən mənim çox... Ailə tablosu kimi kimi görürsən? Sevanı görürəm, Sevdə Yahyayevi. Çox gözəl, Zakir doktordur, Sevaçkadır, kiminə salamlı. Məsələn, Nata ilə Dadu özünə məxsus ailədir. Hə, uşaqları ilə videolar, görüntülər. Nata'nın özü necə çılğın insansa, Dadu necə çılğın, eynilikdir. Ayrı yadıma sal cütlüklər hansı ki, çoxdur cütlüklər. Məsəl üçün, Elton Toma,
öz uşaqlarımız. Onlar gün neçə ildir evlidirlər. Amma təzə evlənəndə deyirlərdi ki, bu bir PR-dır, bu bir nə bilim addımdır. Yox, hər halda ki sevgi rol oynayır bizim cəmiyyət. Biz də insanlarıq, biz də sevə bilirik. Sevgi rol oynayır. Sadəcə necə adi həkimin, müəllimin ailəsində bir müddət sonra ayrılırlar, bizlərdə də elə olur. Onda Roza eyni sual sənə də verim. Roza Zərgərinin həyat yoldaşı ayda nə qədər pul qazanmalıdır? Mənim həyat yoldaşım indiki statusuma görə 3-5 arası qazansa bizə kifayət edir. 3000-5000 hindi qazanan ən azı, onda sənin geri həyat yoldaşın Əkbər yox, hansısa bir biznesmen olsun. Mənim gələcək həyat yoldaşım ayda 25.000 pul qazanır. Bu da belə kassa yatdığı pulda. Bunu Əkbəri deyirsən sən. Maşallah, toylar olanda. Nurlanə xanım, baxın, Babyface nədir? Babyface, biz bildiyimiz Babyface, uşaq üzü. Özüm aşağı dedim ki, qaçmasın. Sən bu qədər rast otur xanımsan. 50.000 ayda. Bax, deyəcək, 50.000 rəsodun var ayda. Mənim 3 dənə böyük uşağım. Nə olsun, sənin uşaqların özləri pul qazanırdı? Olsun ki, onların gələcək, onların evləri var, eşikləri var. Bunu kim qurur? Allah qorusun, valideyn olarsan, böyüyələr başa düşərsən ki, ver. İnanmıram. Nurlanə xanım, bax, Babyface deyəndə biz gözəl bir uşaq görəndə, ya da ki, nə keçək Baby, yəni uşaq üzü var onda. Necə birinci ağlınıza gəldi ki, düzdür, bəlkə başqa verişlərdə bundan danışmışız ki, bax, belə bir mərkəz açasınız ki, bu mərkəzin ilk yaradıcısı sizsiniz və bu mərkəzdə heç bir iynədən, botoksdan, nə bilim, bunlardan istifadə olunmur. Yalnız natravenoy asnovida, yəni bitkilərdən və pepsidlərdən. Danışın bu haqda, necə, bu və neçənci ildə bunu eləmişsiniz? Təxmini Babyface-in tarixçəsinə belə nəzər salanda 5 il bundan öncə ilk dəfə bu metodikanı yaratmağa düşündüm. Və bu metodikanı yaradanda ilk ağlıma gələn bir şey oldu ki, nə isə yeni bir ideya kosmetologiyada yaradım və şükür olsun Allaha bugünkü gündə nail oldum ona. Babyface, yəni heç bir iynə, botoks, dolğu olmadan öz dərisini hüceyrə səviyyəsində yeniləməkdir. Yəni sizin dəriniz öz təbii resursları sayəsində yenilənir və yatmış hüceyrələr oyanır. Bu necə baş verir? Bizim mərkəzdə çox gözəl məhsullar var. Əlbəttə, mən belə deyərəm, 60%-ni biz özümüz düzəldirik preparatları. Və təbii ki, luxury bir sıra preparatları biz xaricdən gətiririk və onlar hamısı limitervinidir, yəni limited edition'dır. Bəli, limited edition'dır. Onların tərkibində pepsidlər, oligopepsidlər, stvolavoy kletkalar, fitogormonlar, yəni fitogormonlar deyəndə xanımlar qorxmasın ki, bu nəsə qarmondur. Bu fitogormondur, yəni bitkisdən gələn bir qarmondur. Ona görə də bunlar, hətta botoksin alternativi, məsələn, argilinin, bu dəqiqə botoksin alternatividir, yəni qırışın üstünə tətbiq eləyəndə qırış açılır. Amma fərqi ondadır ki, çox xanımlar şikayət edir ki, Nurlan xanım, biz artıq botoks istəmirik, çünki üzümüz donmuş ifadə, zamorоженное лицо alır. Hədə heç bir üst tərpənmir, belə bir qalmışsan belə. Bəli, bəli. Və həqiqətən də mən belə araşdırıram və Avropada görürəm ki, artıq это уже belə Rus demiş не в моде. Ona görə bunun alternativi Sin-Ake gəldi dünya bazarına. Sin-Ake və argilinin, biz onları istifadə edirik pasiyentlərimizdə və mükəmməl nəticə alırıq. Həm qırış açılır, həm də xanımın öz təbii ifadəsi üzündən itmir. Mənə elə gəlir ki, qocalanda da gözəl qocalmaq lazımdır. Yəni o nur üzdən itməməlidir. Bu şəxsən mənim fikrimdir. Canlı yayıma hansısa bir qazimizin anasını qoşuram ya da görüm elə nur üzlüdür, baxmayaraq ki, bölgəmizdə yaşayır hansısa bir rayondan, amma üzləri o qədər gözəldir ki, onlar elə bir heç şey eləmir. Bu da nədən asılı? Təbiətin qoynunda çox olurlar, yəni bütün günü makyajdan istifadə eləmirlər, yoxsa bizim müğənnilər ən çox bu problemdə yaşayırlar. Ona görə biz indi birazdan sizdən Express Babyface nədir onu soruşacağım. Roza, yaşığın üstünə yaş gəldi, bu təbii haldır. Bu səni qorxuzur? Yox, əslində heç də qorxuzmur. Hər zaman da yaşımı demişim, neçə ildir məni tanıyırsan, hamı yaşını gizlədirim. 79 təvəllüdsədir səndə. 79 sənin eyni ildənik. Yaşımı hər zaman söylürəm. Qızımın neçə yaşı var? Qızımın 22. Yox, oğlu demə, çünki oğlu sənin biyoloji oğludur. Zaten mən vaxtında uşağım olsaydı, George'dan da bir yaş böyük olardı. Neçə yaş olacaqdı? 26. Ay Allah, yəni mən normal vaxtda evlənsəydim, indi bir 23-24 yaşında oğlum var idi. Yəni ki, belə. İndi deməyim odur ki, mən heç zaman gizlətmirəm yaşımı, amma heç zaman da baxımlardan, bu şeylərdən türü qaçmıram və nə də eləyirəm. Onu deyirəm ki, düzgün ünvandan hər kəs bizi sevənlər faydalansın. Roza, düzgündür, neçə dəfə plastik əməliyyat keçirdin sən? Mən 3 dəfə lipasasiya eləmişəm
2 dəfə bilirsən hansı həkimdə, o da ayağımın probleminə görə. 3-cü səfərdə kök hücrə diz oynaqlarıma vurulmalı idi. Məcburən yenə liposasiyadan piy götürdülər ki, o məhlulu ala bilsinlər kök hücrəni. Bax, bu dünyada Azərbaycanın məncə ən çox əməliyyat edən şou biznesi Aygün xanım Kəzimovadır. O da heç vaxt bunu gizlətməyib, bunlardan şou yaradıb. Hətta bir klipi var ki, bunu həsr edib. Qorxursan mı hər dəfə bax o narkozun altına girib çıxanda? Çünki yatdın durmadın da, var da belə şey, getdin. Mən sənin düzün deyim. Mən heç zaman plastik əməliyyata müraciət etməzdim, əgər mənim ayağımdakı problem olmasaydı. Mənim ağrım o qədər böyük idi. Mən ay ərzində 30 gün varsa, 30 gün ağrı kəsici vururdum hər səhər. Bunu zaten deyirsən, dostum olduğuna görə bilirsən. Mən artıq bezdim deyə liposasiyaya məcbur qaldım ki, çəkim azalsın. Çünki artıq yeriyə bilmirdim. O əlacsızlıqdan doğru. Qorxum yox idi. Yəni Roza, müğənlər var ki, çıxıb efir andırırlar ki, biz heç vaxt əməliyyat olmamışıq. Amma insan baxan kim bilir də. Hamısını doktorunda tanıyırıq, kim də xəlbəti elətdirib tanıyırıq, hamısını bilirik. Hətta tanınmışlar var ki, bir həkim Rusiyadadır, onun əlləri çatmır. Bakıdakı olan həkimə gedirlər, deyirlər, onun figurasından elə. O da deyir ki, yəni Rozanın. Hə, onun fiziologiyası budur. Biz ondan ümumiyyətlə almışıq, heç nə qoymamışıq. Yox, deyir, doktor, sən yalan danışırsan. Hətta Afulyan salamına bir süjet də etdi, bütün doktorlarımı da yığdı. Yəni, yenə də inanmırlar. Amma yaxşı ki, 20-22 ildir sən, 23 ildir bu, yəni Əkbər məni tanıyır, bizim ortaq nə qədər dostlarımız var. Hər zaman da mənim problemim o problem olur. Səncə, Roz, sən özünü kim bənzətmək istəyir şou biznesdən çox? Hamı demək olar. Yox, hamı, yox, mən inanmaram ki, bugün sən deyərsən ki, kimsə, belə müğənni var, yox, hamı yoxdur, qurban olsun. Yəni, qızlardan hamı, özümüzünkilər hətta deyirlər ki, üzümə deyirlər ki, məsələn, mən bala Rozayam, sənə oxşuram. Üzdən demirəm də, yəni Roza olum da, Roza kimi oxuyum da yox. İminlə fizikal olaraq qızların hamısı deyir. Minə, oxşamaq istəmirsən hansısa müğənniyə? Oxşamaq istəmişəm. Kimə? Xarici müğənnilərə. Kim qaldı? Beyoncé məsələn, onun bədən quruluşu çox xoşuma gəlir. Boyda böyüdü? Yox, boyda yox, bədən quruluşu məsələn, figurası falan. Onu çox bəyənirəm. Sonra bir çox müğənnilər, nə bilim. Fərid, bax, sən Türk Vision'da çıxış elədin də, bax, orada türk dilli ölkələr arasında müğənnilər var idi. Sən fikir verdin, oradakı olan mehribançılıq və buradakı olan mehribançılıq. Düzdür, sən orada onlarla aylarla qalmadın. Burada show biznesdə deyə bilərsənmi, kim sənin uğurlarına sevinir, dostluq edir sənin, kimsə sənə dəstək olmur. Çünki bugünəcən kiminləsə duetini görmədim. Varmı duetin kiminləsə? Yox, belə təklif də olmayıb. Çünki sənin potensialın indi ifandır, bəllidir də. Çünki hətta Roza, türk dilli devlətlər, nə bilim... Əslində, Fərid gedən ilisi 1-ci il idi, 2-ci il idi səhv eləmirəm, ya 1-ci il idi. Ümumiyyətlə, onun projesini biz cızmışdıq. Sadəcə mən səhhətimlə bağlı orada müsiflərdə olmadım. Mənim yerimə buradan başqa müğənni getdi. Niyə dəstək olmadı Qaycadan sonra? Mən düzünü deyim, bax, Fərid çox yaxşı ifaçıdır, çox yaxşı səhniyər. Fəridin özündə soyuqluq var. Fərid o qədər məsafəlidir ki, yox. Sənət adamları ilə. O qədər məsafəlidir, o qədər qorunur ki, məsələn, o xüsusiyyət Əkbərdə də var. O qədər məsafəli. Adam belə yaxşı mənada təklif belə eləməyə, nəsə görəndə, nəyinisə düzəltməyə çəkinir. Məsələn, çünki mən çox bilirsən ki, gənclərə dəstək olmuşam. Hərdən özüm çəkinirəm ki, deyər ki, başa düşmədim sizi. Məndə əslində o durğunluqdan olmuşdu. Mən 2013-dən, yəni 2019-a kimi demək olar ki, heç nə eləməmişəm, yəni sənətimlə bağlı. Yəni ən peşman olduğum həyatımda dönəmlərdən biridir ki, mən 7 ili boşa vermişəm. Onu da Rövşanənin verilişini bir dəfə sənə demişdik. Hə, 7 ili boşa vermişəm, amma hər şey ondan sonra başladı. 2019-cu ildə yəni özümə uyğun komanda yığdım. Yəni başa düşürəm ki, bu dəqiqə komandasız. Bilmirəm, bəlkə də uzun illərdir sənətdə olan adamlar üçün bu asandır, amma yeni çıxış edən insanlar üçün bu biraz çətindir. Yəni bu dəqiqə mən əslində show biznesdə falan da oldu. Bunu heç vaxt düşünməmişəm ki, mən yəni hansısa bir məşhur ətrafda olum, mənim dostlarım falan olsun, falan olsun, falan olsun. Bu soyuqluqdan irəli gəlmir. Sadəcə bu mənim xasiyyətimdir. Əgər kimsə bəyənərsə, kimsə misal üçün mən insandan onu görməyincə mən özüm ona tərəf gedə bilmirəm. Çünki mən özüm düşünürəm ki, bəlkə də o insana xoş olmaz mənim ona tərəf daha çox getməyə. Ona görə. Yəni hal-hazırda mən çox yaxşıyam, çox yaxşı musiqilər işləyirik. Bu dəqiqə yaxşıyam. O soyuq durğunluq mənim sənətimdə olan pauzadan idi. Televiziyadakı layihən davam edir, yoxsa yox? Azərbaycan Dövlət Televiziyasında nə veriliş aparırsınız? Gənclik stansiyasıdır verişin adı. Sənin verişini misal üçün tanınmış simalar olur daha çox. Bizim verişdə isə istedadlı olub da tanınmayan simalardır. Bizim də verilişdə var o. Əslində Aynur xanım, əgər varsa o sujeti verək. Çünki dostlarımız həmən WhatsApp nömrəsinə videolarını göndərsinlər və biz onları efirlərimizə dəvət edəcəyik. Necə gənclər? Hansılar ki, heç vaxt televiziya məkanında olmayıblar. Biz də elləri dəvət edirik. Varsa verin zəhmət olmasın. Səsi olanlar, musiqi alətlərində ifa etməyi bacaranlar,
Gözəl şeir deyənlər, eləcə də rəqs etməyi bacaranlar, istedadınızı göstərməyin əsl vaxtıdır. Əgər siz heç bir televiziya layihəsində iştirak etməmisinizsə, biz sizə bu imkanı yaradırıq. Bunun üçün öz bacarığınızı 30 saniyəlik videoya çəkərək 050-242-4212 nömrəsinin WhatsApp-ına göndərin və arzunuzu gerçəkləşdirin. Bax, gördüyünüz WhatsApp nömrəsi mənə aid deyil. Orada mənə aid sözlərinizi yazmayın. Bu bizim Dalğa Televiziyasının WhatsApp nömrəsidir ki, siz oraya yalnız 30 saniyəlik istər ifavınızı, istər şeiriyyatınızı, istər hansısa musiqi alətində nə bilim, bacarığınızı, DJ-lik bacarığınızı redaktorumuz və komandamız seçib sizi bax bu studiyaya qonaq dəvət edəcək. Fərid, gəl səndən də bir ifa alaq. Ondan sonra söhbətlərimiz davam edəcək. Buyurun. Vefasız biri sende vefa ne keser İnanmazdım Sevirem deyər əllərimdən əlini üser Yoxluğun məni öldürməz Məndə yanğın var gördüm mənə fərq etməz
Necə mənim canım yanır, oh, məndən də betər. İnanmışam, aldanmışam, məni yalan dolan sevmələrinə. Sən amma məni, səni çox sevəni, dəyərimi söylə üstüyünə. 3 gün sonra üzgün üzgün gəlib darıxmışam. Demə, demə mənə, belə etməz ki, davam inanmıram nə sənə, nə sevginə. Sən vəfasız biri, səndə vəfa nə gəzər. İnanmazdım, sevirəm deyər əllərimdən əlini üzər. Yoxluğun məni öldürməz, məndə yanğın var gördüm, mənə fərq etməz. Necə mənim canım yanır, oh, məndən də betər. İnanmışam, aldanmışam, məni yalan dolan sevmələrinə. Sən amma məni, səni çox sevəni, dəyərimi söylə üstüyünə. 3 gün sonra üzgün üzgün gəlib darıxmışam. Demə, demə mənə, belə etməz ki, davam inanmıram nə sənə, nə sevginə. İnanmışam, aldanmışam. Sən amma məni, səni çox sevəni. 3 gün sonra üzgün üzgün gəlib darıxmışam. Demə, demə mənə, belə etməz ki, davam inanmıram nə sənə, nə sevginə. Bundan biridir Mina. Aid olan bəstəsi bu ikinci mahnım, yeni mahnıdır. İkinci mahnı, yeni mahnı da ona klip də çəkdirmişsən. Bəli, çəkdirmişəm. Show biznesdə durğunluq var. Hiss edirsən bunu? Var əlbəttə. Rəqabət var. Rəqabət də var. Nə rəqabəti var bugün? Bugün məncə klip rəqabəti var. Hamı yeni Toy kliplər yoxdur deyə hamı klip çəkir. çəkdirir, hamı nəsə eləyir. Əkbər, bax, sən də bir çox kliplər çəkdirmirsən. Bu yaxınlarda yeni bir klip gəlir. Aha. İndi neçə mərtəbəli damın üstündə çəkdirəcəksən? Yox, yox. Sən Bu bunun bir klipi vardı, yalnız damda Hə, bu çəkdirmişdin. fərqli bir klip olacaq. İnşallah sən də görərsən. 14 fevral premyer olacaq YouTube kanalında. Amma Azərbaycanda bilirsən 14 fevral Sevgililər günüdür. Yox, mən Sevgililər gününə iyun ayının biridir. Yox, aid deyil bu. Yəni sırf sadəcə Sovet vaxtından qalan bir şeydir. Valentin deyiz. Ümumdünya sevgililer. Yox, biz Azərbaycanlıyıq. Ona Bizim öz görə günümüzü aydın. bəli. Yox, 14 fevrala aid deyil. Yəni sadəcə 14 fevral, yəni biz fikirləşdik ki, 14 fevralda yəni premyera eləyək. Musiqisi, sözləri Lala Emel, klipi çəkən Eko Agalarov, çox gözəl bir ekip var idi yanında, dostlarım. Lala Sağ Emel'i olsun. biz hamımız tanıyırıq, mən şəxsən tanıyıram və buradan salamlayıram onu. Çünki vaxtı ikən Rüyəyə də yazdığı çox populyar bir mahnı var idi. Mahnının adı yadından çıxdı. İndi mahnının adı nədir? Rozalı günlərim. İkimizin yerinə sevərəm. Yəni sən Rozanı da yerinə sevməyə hazırsan. Mən onsuz da Rozanı sevirəm. Yox, amma 25 min qazanmaq var da ortada. Yox, burada artıq dedi bu söhbəti fikirləşirəm də nə olacaq. Əkbər, niyə Roza ilə oxuduğunuz bu duetlərin hələ bir klipi yoxdur? Biri vardı, yəni biri. Sənin verilişində biz təqdimat eləmişik. Biri mənim yadımdan çıxıb qocalmışam. Yox, əstəğfurullah, sən qocalmırsan. Sən verilişində təqdimat etdik. İlk səndə yayımlandı. Bəli, Və ekskluziv. ilk duetimiz idi və hələ ki Uğurlu yeganə. oldu. Çox sağ ol. Hə, çox uğurlu. Bir dənə mahnı hələ oxumusunuz. Hələ ki bir dənə. Yeni hazırlanır, Gibi aranjman edir. Arzu xanımın mahnısıdır, ritmikdir, tamam başqa bir şey. Onu da söz verin, burada təqdim Həm də edin. bu klipi böyük adada çəkdik, yəni Türkiyədə. Türkiyədə böyük adada. Bəli, orada İnanın ki, bu qədər Türkiyədə olmuşam, amma böyük adaya girib çıxa çox bilməmişəm. səni şəxsən möhtəşəm. apararam. Əsl bizim Deyirlər yerimizdir. çox orada gəzmək lazımdır, ona görə qorxdum gelib. Əsl Deyirlər orada bizim- maşın yoxdur, yalnız Heç- atlardır. fayton. Mən səni şəxsən özüm apararam. İnşallah. Fərid, kimlərlə bugün duet oxumaq istəyərdin?
bir gənc müğənni kimi bugün hansı müğənninin səs tembri, onun repertuarı səni qane edir və sən onunla duet ortağı kimi özünü görürsən? Əslində uzun illər əvvəl belə bir söhbətlər var idi ki, misal üçün Tünzalə Ağayeva ilə oxumalıydım. Sadəcə yenə mənim problemlərimə görə oxumadım deyə həmin proyektlər yatdı. Misal üçün sənət olaraq, tərzimə uyğun olaraq Tünzalə xanımı bəyənirəm. Misal üçün Samir Cavazadə, onun ifasını çox bəyənirəm. Yəni bu tərz ifaçıları bəyənirəm və yəni heç vaxt fikirləşməmişəm ki, mənim kimlənsə duetim olsun. Yəni baxmayaraq ki, bugün bizdə yəni elə bir müğənnilər var ki, elə gedişlərdən istifadə edirlər ki, misal üçün daha çox gündəmə gəlsinlər. Yəni onu heç vaxt fikirləşməmişəm. Misal üçün Əkbər kimi Roza ilə duet oxuyur. Yox, mən Əkbərə şamil zarafat edirəm. Fikirləşməmişəm ki, mən kimlənsə duet oxuyum. Minə, sən kimləsə duet oxumaq istəyərsən? Yox. Niyə bu günəcə duetin olmuyor? Olub duetim. Amma istəmərəm bundan sonra tək davam eləmək istəyirəm. Bu son zamanlar bu duet ortaqlarının qalmaqalları mı səni belə qorxuzur ki, bugün məsəl üçün ola bilər ki, sizin janrınıza biraz uyğun deyil, amma Akşin Fatih ilə nəfəsin ayrılmağı indi çox pis oldu. Hətta bizə gəldi ki, mən o nəfəs kimi tanımıram. Adını dedi, onu halal eləmirəm çünki o mənim üzümə qayıdıb. Bu şeylərdən çəkinirsənmi? Biraz ola bilər onlardan çəkinim. İndi gələcəkdə ola bilər, yəni böyük danışmayım, amma hələ ki planımda yoxdur duet oxumaq. Bir şey fikir vermişəm, uzun müddətli duetlərdə daha çox bu baş verir. Yəni bir dəfə duet oxudun, ayrıldın, onlarda baş vermir. Təbii ki, uzun müddətli duetlərdə bu problemlər olur. Pərviz Bülbülədi ilə Türkandan ayrılıb, bilirsiniz də. Başqa bir xanım var, Aydan. Aydanla duet oxumağa başlayır. Necə baxırsan Roza buna? Bax, sabah Əkbər, sizin qarşıda planlarınız var da, məsəl üçün. Sabah Əkbər deyir ki, mən Roza səninlə yox, gedirəm Röya ilə duet oxuyum. Əslində, elə Əkbər Röya ilə duet oxuyan illər boyu gedib məndən öncə tanışdılar. Amma məsələdə, misal üçün çəkdin. Məsələn, məndə bir 12 dənə duet tərəf müqabilim olub. Bu aşırı proyektlərdən Elşad Xosrow olub, Elnur Məmmədov olub və digər mənim çox duet tərəf müqabilələrim daha gənclər olub. Niyə? Dəstək məqsədi ilə onlardan daha çox oxumuşam. Əkbərdən bizim ümumiyyətlə bu duet məsələmiz planlı bir şey deyildi. Mən Əkbərin mahnısını oxumaq istəyirdim. Məndən ayrılmanı istəyirdim, oxuyum özüm və repertuarımda olsun. Əkbər dedi, oxu qurbandı, amma bəlkə bir maraqlı bir şey ilə, yəni eyni bir şey olmasın da. Və bu mahnı yarandı. Hakan Eroldan Leyliyə təşəkkür edirəm. Bizim özümüzə aid olan sözlərdən bu duet yarandı. Mahnıda olan bütün sözlər bizə aiddir. Yəni bu oldu, bizə ekskluziv bir duet olmadı. Bu bizdə real bir duet oldu. Yəni istədiniz və bu ortaya çıxdı. Biz bir ssenari dedik və olmuş bir hadisələri dedik. Onun üzərində mahnı yazdım və mahnı çox populyar oldu. Əslində Əkbər də tanınmış ifaçıdır. İqtidardadır, kimdən istəsə oxusun. Mən də eynilikdə, amma hələ ki elə bir planlar yoxdur. İnşallah, amma ardı gəlir. Ardı gəlir sözsüz. Nurlan xanım, sizə qayıdırım çünki niyə? Çünki bugün istəyirəm gənclərimiz də bu haqda məlumatlansın. Baxın, bu günləri gənc, yeniyetmə xanımlar var ki, 15, 16, 17, hətta 18 yaşında xanımlardır. Bəzən çox olur. Onların üzündə sivilcə çıxır, qızartı çıxır. Yəni, bu günləri o xanımlar biraz əziyyət çəkirlər. Onların tədbiri olur arası gedəndə. Amma iynədən qorxurlar. İynə belə bir şeydir ki, düzdür. Hamımız iynədən istifadə edirik. Mən də eləmişəm vaxtıyken. Amma o xanımlar qorxurlar. Onlar bu yaşda gəlib babyface prosedurlarından keçə bilərlərmi? Bizdə ümumiyyətlə proqramlar 14 plusdur və ən çox 14 yaşında və 16 yaşında belə uşaqlar belə deyim, müraciət edir, adətən onları anaları və nənələri gətirir. Biz onlara təbii ki, babyface eləmirik, müalicə eləyirik. Yəni bizdə 14 yaşında uşağın problemi nə ola bilər? Ya sızanaq olacaq, ya da ki həssas dəri, yəni dəri qızarır və s. Başqa belə problemlər olmur o yeniyetmələrdə və biz oranı çox belə deyim, yüksək səviyyədə aradan qaldırırıq. Çünki o yaşa bizim ayrı bir ritualımız var, proqramımız var. Bu yeniyetmə belədir ki, bunların xüsusən dərilərinə qulluq, yəni zərif qulluq tələb eləyir. Çünki bu yeniyetmə dövrüdür, yenə deyirəm. 14 yaşında bu heç yeniyetmə də sayılmır, uşaq sayılır əslində. Ona görə onlara tam individual biz yanaşırıq. Həssas dəri üçün proqramımız var və yağlı akne, yəni səpkilərə qarşı bir proqramımız var, tərtib eləyirik. Roza zərgərlik gəlsə, onun üzündə düzdür, indi baxmayaraq ki, onun iynə, botoks var indi, amma nəsə dəyişiklik eləmək olar. Çünki mən eksprompt eləmək istəyirəm. Həm Minanı gətirin bir gün ora kameralarımızda, həm məsəl üçün Roza xanımı və ya Roza ilə Əkbər ayrı gəlsin. Çünki bəylərə də
Siz özünüz yox, amma bəylərə qulluq varmı sizdə, yoxsa yox? Yox, bəylərə qulluq eləmirik. Yalnız xanımlara. Çox müraciətlər olur bu barədə. Həddindən artıq direktə yazırlar, hətta zənglər eləyirlər köməkçilərə ki, Nurlan xanım qəbul eləsin. Biz hələ onu düşünməmişik. Bəlkə gələcək layihəmizdə babyface formen olar, amma indi yoxdur. Amma mən çox xoşbəxt adamım, çünki Nurlan xanım bir dəfə mən üzüm çox şişmişdi. Hər arada çəkilişə Bodrumdan Bodrumdan gəlmişdim. Üzüm qızarmışdı, çox pis gündəydim. Nurlan xanım məni tam təmənnasız qəbul elədi, onda heç veriliş aparmırdım. Və dedim ki, olar mən çəkim paylaşım. Dedi, yox, mənim yəni, ailədə biraz bu işlərlə problem var. Amma mən düşünürəm ki, siz gənc kadrları yetişdirib, bunu bəylərimiz şeyləməz. Niyə? Çünki bəylərimiz var, onların bugün ad günüdür, ya toylarıdır. Onlar 3 gün toydan qabaq yatmırlar, hamama gedirlər, ora-bura üz düşkünlüyü olur. İndi bəylərimizin çoxsu da axı makyajdan istifadə eləmirlər axı, istər toyda olsun. Onlar o prosedurlara gəlsinlər və ekspres, babyface keçsinlər ki, onların üzü rahat olsun. Onda biz gələn həftə Minanı, bir də Roza xanımı ikisinin eyni gündə tam makyajsız dəvət edilir babyface-ə. Nurlan xanım ayrı-ayrı sizlərlə prosedurlar keçəcək və mən onu çəkəcəyəm, operatorlarımız. Və onu siz gələn həftə buraya gəlində göstərəcəyik ki, insan üzü necə dəyişir. Bir evdən duracaqsan, 12-də, 1-də gələcək sonra üz yorğunsun, amma gör prosedurdan sonra nə olursan. Bizim ümumiyyətlə 2 prosedurumuz cəmi kifayətdir ki, dərhal dəyişiklik, yəni insan makyajsız rahat ekran qarşısına çıxa bilər. Yəni o elə bir dəyişiklikdir. Bax belə. Gəlin, amma mən sponsorlarımız haqqında məlumat verim, sonra biz söhbətlərimizi davam edəcəyik. Verişimizin sponsoru Amerika Oftalmoloqlar Akademiyasının üzvü, oftalmoloq cərrah Günay xanım Əliyevadır. Günay xanım Əliyeva kataraktı, anadan gəlmə göz qüsurları, əməliyyatların ən son üsulları icra edir. Qeyd edək ki, katarakt əməliyyatlarında Amerika istehsalı olan ağıllı linzalardan istifadə olunur. Siz eynəkdən eksemer lazerlə cəmi 7 saniyə azad olursunuz. 050-850-85-00-a zəng vurub Günay xanıma müraciət edə bilərsiniz. Bizim üst çənə cərrahı Doktor Sənan xan Kişiyev, diş implantasiyası, ağız boşluğunun cərrahiyyəsi, diş ətinin cərrahiyyəsi, çətin çıxan dişlərin cərrahi yolla çıxarılması, bunların tam peşəkarcasına bizim doktorumuz Sənan xan Kişiyev icra edir. Diş implantlarının qoyulması endirim qiyməti 380 manatdır. Koreya implantları, Amerika, Fransa və Almanya implantlarının qoyulması cəmi 700 manat, 20 il zəmanət verilir. Ən yaxşı və ömürlük zəmanəti olan implantlarsa İsveç və İsveçrə implantlarının qoyulması endirim qiyməti hal-hazırda 1500-dür, 900 manatdır. Çənə əməliyyatında düz 30% endirim var. Ünvan Nəsimi rayonu, Sarabski 16. Babyface metodikası iynə, dolğu, lazerdən istifadə etmədən yalnız təbii tərkibli preparatlarla, xüsusi masaj texnikası ilə üzdəki pigment ləkələri, genişlənmiş məsamələr və digər bütün problemlərdən azad olmanın yeganə yoludur. Nobel prospekti 15 Megafan əyləncə mərkəzinin 1-ci mərtəbəsi düz yolun qırağındadır. Gəlin, vaxtı uzatmadan Əkbərdən bir ifa alaq. Bura vətəndi balam, gülü bitəndi balam, elim çatandı, ünüm yetendi, bura vətəndi, bura vətəndi. Kepes ucadı ucadı, yarım ucadı, yolu halçadı halçadı, yarım halçadı, gülü gönçedi gönçedi, yarım gönçedi. Geden güzelin güzeli, eli gencedi, geden güzelin güzeli, eli gencedi. Bura arazdı arazdı, balam arazdı,
da yazdı, balam da yazdı. Gemi buz tutur, balam buz tutur. Neynim ayazdı, ayazdı, neynim ayazdı. Neynim ayazdı, ayazdı, neynim ayazdı. Bura vətəndi, gülü bitəndi, əlim çatandı, önüm yetəndi. Bura vətəndi, bura vətəndi, bura vətəndi, bura vətəndi. Bu el şuşadı, şuşadı, yarım şuşadı. Güzel şuşadı, şuşadı, yarım şuşadı. Üzme gülünü, gülünü, yarım gülünü. Gülü koşadı, koşadı, güzel şuşadı. Gülü koşadı, koşadı, güzel şuşadı. Şəkidi, şəkidi, balam şəkidi. Gözəl şəkidi, şəkidi, balam şəkidi. Yenə dünyadan, dünyadan, balam dünyadan. Əzəl şəkidi, şəkidi, gözəl şəkidi. Əzəl şəkidi, şəkidi, gözəl şəkidi. Bura vətəndi, gülü bitəndi, əlim çatandı, önüm yetəndi. Bura vətəndi, bura vətəndi, bura vətəndi, bura vətəndi. Bura vətəndi, balam, gülü bitəndi, balam. Elim çatandı, ünüm yetendi. Bura vətəndi, bura vətəndi. Vətəndir. Doğrudan da vətənimiz bugün tam müstəqil və demək olar ki, bütün ərazimiz başda Ali Baş Komandanımız olmaqla Azərbaycanın ordusu tərəfindən tam qorunur və bugün istər bütün sərhədlərimiz və işğal altından azad olan torpaqlarımızda Allah bütün əskərlərimizi var eləsin. Onlar bu günləri orada öz müqəddəs torpaqlarında, necə ki Şuşamızda, Ağdamımızda namazlarını qılırlar, ibadətlərini edirlər. Orada əskərlik xidmətini başa çatdıranacan icra edirlər. Bu bizim üçün qürurdur. Çünki oradan videolar gəlir. Hətta mənə bu yaxınlarda Şuşanın qarlı o dağından video çəkib göndərdi. O qədər qürurlandım ki, mənim orada adım çəkilib. İnşallah o gün olsun ki, bax biz bu komanda ilə dalğa olaraq Novruz bayramımızda gedək Ağdamda, Füzulidə, nə bilim Xocalıda, Xankəndində bayramlarımızı çəkək Şuşamızda və gətirək hər gün səhər saat 12-də dalğamızın efirindən sizə təqdim edək. Roza, bilirsən ki, populyar insanlar, onların həyatı heç də rahat olmur. Niyə rahat olmur? Onların düşmanları da olur. Yəni bizim bir düşmanımız vardı, ermənidir. O da ki, Cənab Prezidentin sözü olmamış, cəhənnəm olub getdi. Yəni o getdi, görbagör oldu. Amma üzvə gülüb, arxanca danışan, uğurlarını sevinməyən, uğurlarını həzm edə bilməyən insanlar var.
onların çarəsi yoxdur. Məsəl üçün, insan özü həzm edə bilməsə, gedir bir dərman alır və onun həzm edici bir problem. Amma bunlarda yoxdur. Ona görə də ən pis insanlar qurtlu insanlar olur. Çünki onlar fikirləri özündə yox, başqasını güdürlər. Bax, sənin də başqa bu yaxınlarda xoşa gəlməz bir hadisə baş verdi, ailənlə bağlı indi sən açıqlamaq istəmirsən. İstədilər. Tapdın mı sənin düşmanını? Bəlkə o evin içindəydi səninlə bir yer çörəyən. Əkbər, zaten yəni neçə ildə artıq çox sıx təmasdayıq. Sən də məni illər boyu tanıyırsan. Mən belə deyə bilərəm, bu indi Mina da çox da səhnədə gəncdə deyil, deyim ki, Minaya şamiləm. Mina artıq neçə ildə yetərincə oxuyur, elə Fərid də. Amma mən bir məsləhətim var sizə. Heç zaman uğurunuzu heç kimin gözünün önündə təqdim etməyin. Sadəcə tamaşaçıya təqdim edin. Yəni, bu məndən sizə... Gəməni verişmə gəlin. Yəni, bu məndən sizə tövsiyədir. Nə barədə tövsiyədir? Mən 21 il, mən biraz şey demişkim, artıq danışacağım. Sadəcə istəyirəm ki, fikrim tamamilə çatsın hər kəsə və burada da bu söhbət bağlansın, getsin. Mən 21 ildir sənətdəyəm. Ofisial olaraq səhnə ifaçısı kimi dövlət televiziyasına çıxan bir ifaçıyam. Mən muğam ifaçısı deyiləm. Mən oturum şikəstələr oxuyum və bundan öyünüm yox. Mən estrada, pop və vokal ifaçısıyım. Çünki təhsilim vokal ifaçılığıdır. Mən bugünə kimi heç bir sponsorun, yəni çox müğənnilərimiz var, sponsor naminə çıxıblar, pul naminə çıxıblar, deyirlər, özləri də etiraf edir. Mən heç bir sponsorun köməkliyinə çıxmamışam. Mən zülümlə qazanıb, özüm ağıllı hərəkət edib, peşəmə görə, rejissorluğuma görə gündəmə gəlmişəm və hardasa söz açıqlığıma görə, iddiama görə ortaya gəlmişəm. Mən öz övladımdan başqa övladlara da analıq eləmişəm. Çünki bu mənim missiyamdır. Bu reklam üçün deyil. Zaten bu da təsadüfən bilindi, heç kim bunu bilməyəcəkdi. Elə bir gündəmə gətirdilər, elə sənət yoldaşlarımız adı ilə ki, bu cavan uşaqlar kimdir, bu kimdir? Mən məcbur oldum efirdə deyəm ki, bu mənim övladlarım. Birincisi, siz onda yetim uşaqların qəlbini sındırdınız. İllər keçdi, mənim öz səhvim oldu. Tarix Əliyevin verilişində oldu səhvim. Tarix dedi ki, tanınmış insanı necə tapdalamaq olar, onun sənəti olduğu təqdirdə. Deyirəm, tarix olar. Onun övladlarla onu sınağa çəkmək olar. Bu mənim səhvim oldu. Sizə çox açıq, aydın, ürəyimdən xəbər verib danışdım. Rozan vurmaq olar. Deməli, siz bildiniz Rozan hardan, amma siz səhvsiniz. Yaxşı müəllim tələbəsinə sonuna kimi hər şeyi öyrətmir. Məni onunla vurmaq olmaz. Məni vurmağın bir yolu var, məni bu dünyada məhv edib yox etmək. O da ulu tanrım biz bəndələrə ömür verib, o özü də iqtidarındadır ki, ha vaxt canımızı alacaq. Bilirəm sənət yoldaşlarımdan kimdir? Adlarından, zaten bundan dövlətimizin qurumları məşğul olur. Çünki mən bu yaxından indi biləcəksiniz, bir məhkəmə prosesində uduzmuşam, bu iş aidiyyəti yoxdur. Amma məsəl üçün... Müğənniyə uduzmuşsan? Yox, müğənni deyil. Amma dövlətin qanunu var. Üzrxahlıq eləməlisən, eləyəcəm. Zamanı var. Bax, amma elə bilməyin ki, hansısa jurnalist, ümumiyyətlə mən bu yaxından lazım olan instansiyalara müraciət eləyəcəm və bütün sənət yoldaşlarıma, peşəkarlara müraciət edəcəm, petisiyada imza atsınlar. Jurnalistika təhsili olmayan insan adına jurnalist dediyi yerdə, dediyi bir məqalədə dərhal onu məhkəməyə verəcəm. Yox, məncə o cinayət var. Yox, o var. Əgər vəzifə icra etmirsənsə, məsəl mən jurnalist deyiləm. Mən gedib arasında jurnalist kimi özümü təqdim edərsəm, bu mənə əslində qanunla ziddir. Ona görə deyəm, tamamına qulaq as. Hər bir jurnalistika peşəsini yiyələnməyən, təhsili olmayan, bu işdə səcdəsi, praktikası olmayan insan deyə bilməz. 3-4 dənə də jurnalist var. Deyirlərmiş ki, biz istinad yazmışıq, bizə heç bir hüquqi tipə cəlb etmə olmayacaq. Siz qanunu əzizim, jurnalist olmadığınız üçün bilmirsiniz. Gedin qanunu oxuyun. Və öldü var, döndü yoxdur. Sizi bu respublikaya bütün səhvlərinizdən, bütün yalanlarınızdan ifşa edib, məhz Tarix Əliyevin verilişində inşallah ki, yaxın zamanda təqdim edəcəm. Roza, amma mən bir şey bilirəm ki, səbəb, sən güclü qadınsan, bax, səbəb. Allahdan qorxmaq lazımdır. Düzdür. Mənə deyə bilərsən ki, Əkbərdən sevgilisən, heç vecimə də deyil. Bəli, mən bu adamı sevirəm, bu mən. Deyə bilərsən, Mina ilə oturmuşdular, hansısa restoranda deyib gülürlər, heç vecimə deyil. Oturaram da, yiyərəm, içərəm də Mina ilə, sənlə. Gələrəm, Tarixin evinə girərəm, bir içə deyərlər ki, Roza Zərgəli Tarixin evindən çıxdı, olay. Yaxşı eləmişəm, dostumdur, gəlmişəm. Amma heç bir səcdə qədər də, balaca bir zərrə qədər də günahı olmayan qız xeylanına ləkə yapışmaz. Zaten mənim övladlarımı doğmalı, biyoloji olan olmayanı hamı tanıyır. Siz gedin, özünüzdən biyoloji olan valideyninizdən imtina eləyən uşaqlarınızdan nəsə yazın. Mən anayamsa və ana sözünün adını uca tuturamsa,
Bunu qoruyuram, sizə o mənada cavab qaytarmıram. Məhv eləyərəm hamınızı. Bax, Mina, belə şeyləri görüb çəkilirsənmi biraz show biznesdən? Bax, bu günləri mənim də başıma bir iş gəlib, çünki gəlməyib, gəlir. Mən də səhvlərimlə... Yox, mən də səhvlərimlə görürəm ki, bacım böyüyür, bugün bacım universitetə daxil olur və bunlar hamısı mənə Nurlan xanım təsir edir. Çünki mən istəmirəm mənim bacıma, abi, bir sən kimin bacısıdır, Tolik'in bacısıdır, bu qalma qaldı bu. Çünki bacım bu Azərbaycan Respublikasının vətəndaşıdır, mən də. Mənim o dünyada da, istəyir bu dünyada cinayət işlətsəm, məni tutacaqlar, bacımı tutmayacaqlar ki, mən istəmirəm mənim ailəmi bu məişətə, bu show-biznesə qatsınlar. Mina, olubmu ki, sənin də ailəvi qatıblar söz söhbətə? Olub, bəli, qardaşlarımı qatıblar. Niyə qardaşın neynəsin sən müğənnisən? Çünki mən demişdim ki, qardaşlarım Oxfordda oxuyub və onu yalan məlumat olaraq yazmışdı ki... Amma nə oldu, araşdırdığında yalan deyil? Yox, araşdırmağa ehtiyac yoxdur. Yəni, mən demişəm bu sözü. Yəni, bunu araşdırmaq, mənim qardaşlarım harada işləyir, neyniyir. Doğrudan mı o qardaşın Oxfordda oxuyurlar? Bəli, oxuyublar. Yalan niyə desin ki, burada nə var ki? Mənə sonra dedi ki, sən onların diplomlarını mənə göndər, mən onu paylaşım. Yəni, belə bir şey paylaşıldı. Heç mən də üstünə çox getmədim. Sonra danışdıq öz aramızda. Yəqin ki, o yazını sildi sonra. Sildi. Fərid, başıma gəlibmi belə bir şey, sənin haqqında bir şey çıxıb? Ya da bax, kimsə səni qrup cavan həmkarlarına deyib ki, qalmaqal eləyək, bir dənə nə bilim, nəsə bir şey eləyək ki, gündəm olsun da bir günü. Yox, o ümumiyyətlə, mənim bilirlər ki, mən elə şeylərlə, yəni ümumiyyətlə marağım yoxdur elə şeylərlə. Çünki bu, bəlkə də belə səbəblərdəndir ki, misal üçün, mənim bütün gün adım hallanmır. Yəni, bir çox insanlar var ki, istəyirlər, özləri belə istəyirlər. Yəni, bunu hamıya şamil eləmirəm, amma elə insanlar var ki, bilə-bilə eləmək istəyirlər ki, onların adları hallansın. Mən, ümumiyyətlə, xasiyyətimə ziddir belə bir şey. Mən eləyə bilmərəm. Yəni, sırf bu olmadan mən insanlara göstərirəm ki, bu belədir, nəyinsə xatirinə. Bu mənim üçün gülünc gəlir həqiqətən. Amma elə insanlar var ki, özləri də, buna demiş, yəni, problem yaratmaya çalışırlar. Bax, Nurlan xanım, deməyim ki, qalmaqal, siz qalmaqaldan uzaq bir insansınız, amma sizin bu brendinizlə bağlı qalmaqallarla rastlaşırsınız. Çünki bu günləri bu addan çox istifadə edən yerlər var, hansılar ki, bunlara qarşı nə tədbirlər görürsünüz ki, bax, bu günləri əmtəhə nişanı var əlimizdə, bax, burada ofisial olaraq Azərbaycan Devlətinin Qeydiyyat və Reyestr şöbəsindən burada, bax, İnzibati Departamentin tarixi var, özü 2018-ci ildən verilib. Yəni, burada hansı punktlar, yəni bunlara əslində siniflər deyirlər. Çünki mən özüm bilirəm, bu, məsəl üçün, 3-cü sinif, 10-cu sinif, 35-ci sinif, 44-cü sinif əmtəhə nişanları bu adla bağlı sırf bizim Nurlan xanıma aiddir. Və siz neyinirsiniz Nurlan xanım? Bunlarla necə mübarizə aparırsınız? Çünki bugün biri baxır sizə, biri götürür Instagramda belə bir ad açır, cəmaat deyilə bilir, sizdə məsəl üçün 3 manat su deyir, mən 2 manat deyirəm, eyni filialıq və məcbur olurlar oraya gedib və o keyfiyyəti görməyəndən sonra problemlər çıxır ortağa. Buyurun. Bu yaxınlarda çox rastlaşdıq. Birincisi, çox xoş olur ki, biz Babyface brendini o qədər qaldıra bildik ki, Azərbaycanda o adı istifadə eləmək istəyənlər az deyil. Hətta oğramaq istəyənlər az deyil. Mən bunu cəsarətlə söyləyə bilərəm. Deməli, bu brend var və adını tapıb ki, həmişə yaxşı şeyi mənimsəməyə çalışırlar. Mən buradan xanımlara müraciət eləmək istəyirəm. Hətta bu yaxınlarda bizim şirkətin buğalteri bankların birində olanda ona xanım müraciət elədi ki, mən Babyface eləmişəm dolğu ilə, amma belə üzümdə atyok verilib və s. Və mən bildirmək istəyirəm ki, dəyərli xanımlar, üzümü tuturam buradan xanımlara, heç bir prosedur, hansı ki iynə və dolğu ilə olunur, o Babyface deyil. Bir arada Tarix bəy 5 nöqtə proseduru oldu. Bu gözəllik bir prosedurdur. 5 nöqtə adlandırır. Onu Babyface adına çıxartdılar. Dərhal mənim vəkilim qarışdı və onu səhifədən götürdülər. Bir neçə dəfə mənim vəkilimin müdaxiləsindən sonra Babyface sözü götürülüb. Əlbəttə, mənim həmkarlarım da olub burada kosmetoloqlar. Elələri olub ki, dərrakələri yuxarı səviyyədədir, çatıb və dərhal vəkilin müdaxiləsi olmadan onu aradan götürüb. Yəni, o addan istifadə eləməyib. Amma elələri olub ki, biz məcburən onu götüzdürmüşük. Mən buradan ümumiyyətlə kollegalara da müraciət eləmək istəyirəm. Çalışın, hər bir işdə öz ideyavız olsun. Öz dəsti xəttiniz olsun. Yəni, bu çox mühümdür. İdeya hər işdə qazanır. Necə ki, bu ideyanı mən yaratdım Babyface-i. Artıq 7 ildir. 7 ildir. Bu sfera üzərində işləyir və dünyada bir çox konferanslara qoşulurlar. Orada bu sənəti tam qavrayırlar, yeni metodika gətirirlər. Yaponiya ilə çox sıx əlaqəmiz var. Biz İsrail ilə çox işləyirik. Yəni bizdə həm akupunktur metodika liftingdir, yəni iqloterapiya,
xüsusi iynəciklər heç bir mayəsiz əzələlərə taxılır və lifting effekti verilir. Bu babyface needlingdir, bu başqa prosedurdur. Biri də babyface üz baxımı, hansı ki, yenə deyirəm, hüceyrə səviyyəsində dərini yeniləyir, dəri regenerasiya olunur. Yəni, biz bilirik ki, dəri 28 gündən bir zaten özü yenilənir. Və bu aktiv bioloji nöqtələri biz daha da aktivləşdiririk. Və nə xoş bizə ki, bizdə xanımlar, yəni bu reklam deyil, bu həqiqətdir. Xanımlar üzünü yuan kimi Nurlana xanım, bizim dərimiz hələ belə bir şey hiss eləməmişik. Hətta heç bir miyeza, heç bir biorevitalizasiya bu nəticəni bizə vermir. Və bunu çəkinmədən mən xanımlara söyləyirəm. Biz Minədən mahnı alaq, sonra bizim elə maraqlı söhbətlərimizlə davam edəcək. Buyursun Minə. Səbəb var. Ürəksiz, sevgisiz insan neçə gün yaşayar. Bugün gələr, sabah gələr, gözləyərəm ömrümün son gününə qədər. Gedənlər peşmandayıdır, necə gedib elə gələr əlbət. Yarı canım səndə qalıb, onu qırma yerlərə vurma. Ürəksiz, sevgisiz insan neçə gün yaşayar. Bugün gələr, sabah gələr, gözləyərəm ömrümün son gününə qədər. Gedənlər peşmandayıdır, necə gedib elə gələr əlbət. Yarı canım səndə qalıb, onu qırma yerlərə vurma, səndə əmanət. Gedənlər peşmandayıdır, necə gedib elə gələr əlbət. Yarı canım səndə qalıb, onu qırma yerlərə vurma, səndə əmanət. Gedənlər peşmandayıdır, necə gedib elə gələr əlbət. Yarı canım səndə qalıb, onu qırma yerlərə vurma, səndə əmanət. Gedənlər peşmandayıdır, necə gedib elə gələr əlbət. Yarı canım səndə qalıb, onu qırma yerlərə vurma, səndə əmanət. Niyə bu mahnılar səni yadıma hər gün salırlar? Niyə milyon şanslar səni qarşıma çıxarmırlar? Unutma, hatırla, sevgili olmuştu axı nə vaxtsa, nə də olsa bir zaman bizdə bir şey vardı həyatda. Unutma, hatırla,
Hatırla, bir hayat kuracaktık biz ne vaksa. Ne de olsa bir zaman Büyük aşk yaşandı aramızda. Bax, belə demək olar ki, bu doğrudan da bu mahnının sözləri axırda buna gətirdi ki, Roza Zərgəli indi yarı zarafat, yarı doğru deyə bilmərəm, amma sevgilərini etiraf edir. Amma mən düşünürəm ki, insanlarda sevgi, birinci sevgi, indi Nurlan xanıma bu sual verməyə biraz həyat yoldaşının acığı gəlir, amma Nurlan xanım, əvvəl insan bir-birini öyrəşir, sonra sevir məncə. Yoxsa birinci sevir, sonra öyrəşir. Hərədə bu bir cür olur. Bizdə əvvəl sevdik, sonra ördəşdik. Çünki siz də, yəni ki, necə deyim, bu ailəviz var, evladlarınız var da. İndi mən elə gəlir ki, əvvəllər biraz sevgi yox. Çünki indi o sizə aid deyir. Məsəl üçün, babalarımızda seçmişik ki, qohum deyib ki, onun qızını alaq filan kəsə. Heç bəlkə özünü də görməyiblər, amma bunları hərisini də veriblər, gəlib qızı alıb. Amma indi biraz yaxşı ki, vaxt var, yəni hətta Sovetlər Birliyində əlindən tutub gedib bulvarda bir dondurma yemək olardı, bir kofe içmək olardı. Yenə də insanlar bir-birini tanımırlar. Amma indi çoxsu maddiyyata bağlıdır. Ən böyük problem nədir ki, indi insanların ailə qurmaqda maddiyyatdan asılı olur. Mən toy təşkilatçısı da olmuşam da, mən toylar eləmişəm, hanında bir məmurların evladları üçün də vaxtı ikən bir 7-8 il. Özdə hanında bir şadlıq saraylarında ya. Amma 5 aydan sonra eşitmişəm ki, onlar boşanıblar. Deməli, bu maddiyyat üstündə qurulub, sevgi üstündə qurulmayan, bəli. Sevgi əmək istər, sevgi zəhmət istər. Yəni, əgər həqiqətən sənin gələcək həyat yoldaşın, ya sevgilin sənin üstündə əziyyəti varsa, dəyər verirsə, bu sevgidir. Yəni, mən şəxsən belə fikirləşirəm ki, kişi olan şəxs tək sözdə onu ifadə eləməməlidir. Əməl. Bu mühümdür. Sözlər çox ola bilər. Başqa bir sual. Heç olub mu ki, evdə oturmuş, bax, bayram deyil, heç bir şey deyil, amma həyat yoldaşımız özü də gətirilməsi, zəng qapı çalınıb ya da işə bir gül gəlib ki, bunu Nurlanaya göndərin. İndi yoldaşımız olur mu belə anidən bir hədiyyələr ki, sizin həyatınızda, amma deyilmədən də Nurlan xanım haradadır, bunu müəllim göndərib, buyurun, olub mu belə bir şeylər? Tam səmimi sizə cavab verəcəm, çünki tanıyanlar bilir. Mən üçün elə hər ay, maşallah, bayramdır. Yəni, bu 22 ildə bunu tanıyanlar, yəni bilən, mən bunu çəkinmədən deyirəm. Bəlkə hansısa xanım üçün 8 mart ildə bir dəfə olur, yeni il bir dəfə olur. Amma mənə o hər ay olur. Ay, nə gözəl sevgidir. Ona görə də yox, ona görə də Nurlan xanımın seçdiyi peşə xanımlarının, bilirsiniz, bədəni nədəsə bağlamaq olur, geyimlə, nə bilim, figura vermək üçün korset taxıllar, amma üz elə bir şeydir ki, bu insanın qarşılaşanda bir dişləridir, ən əsas insanın bir üzüdür. Ona görə Nurlan xanımın bəlkə seçdiyi peşə xanımların üzlərinin hər zaman gözəl və sağlam qalmağıdır. Ümumiyyətlə, xanımları sevirəm mən. Mən başa düşmürəm, xanıma agresiv olmağını başa düşmürəm. Mən xanımları sevirəm. Roza bu dəqiqə, o qədər düşmanı var show biznesdə, o qədər adamın yolunu kəsib mən olduğum verişi olar çıxmasın. Dinən ki, eləmə, mən sən 21 ildir tanıyıram. Mən bir dəfə demişim, kimlə sefirə çıxmıram, bu yalan olar. Kimlə? Mən deməyim də indi burada. Qızları deyəsən, sən ta. Qızlardan sonra, heç qızlara mı? Olub da müğənnimisə, o məni... Roza, mən istəmirəm də. Roza, hər müğənnə efirə çıxırsan. Yəni, mən sabah sənə hansı bir müğənnə çıxarsam, sən onu görsün bir, ay, bu mənim kateqoriyam. Yox, mən kateqoriya söhbəti yoxdur. Mən sadəcə danışmadığım insandan efirə çıxmaram. Qalan mənim üçün ümumiyyətlə hər bir... Həyat, mən atamı anidən itirdim də. Yəni, atamdan axşam danışdım, səhər atam durdu, öz həyat yoldaşı ilə analığımla getdi bazara, birinci həkimə deyiblər, bazara gedib, analığım düşüb bazardan ət alıb, maşına qayıdıb, arxada oturanı deyib ki, Tahir sür, görüb ki, atam keçinib. Yəni, bu anidən bir ölüm idi. Mən yenə də deyirəm, mən arzulayırdım ki, atam xəstə olardı, aylarla. Yox, mən istəyərdim bunu edeyim də, mən pulum olmazdı, maşınımızsa, mən bunu ona görə demirəm. Hadislər, ay Allah, Tolik nə yaxşı oğlan, Tolik onsuz da bəyənib, satan satıb, varlanıb, alan alıb, aldanıb. Yəni, bunları qoya qıra. Amma düşünmürsənmi ki, bu şeyləri, negativlərdən keç. Onlarla çıx, danışmıram, bunlarla... Sən böyülüyü eləməlisin. Tarix. Mən demirəm, ha, Barış kimi. Yox, sən bu evin yiyəsin, biz qonağıyıq. Biz səndən qohum da ola bilərik. Bu da yenə efirə bağlıdır. Mən bu günə qədər heç bir kəsin qatığına turş deməmişəm və birinci başlamamışam. Yox, mən nəyə deyirəm? Boş ver. Mən böyüyəm.
əgər İraq qoy Minanı misal çəkin. Mina əgər mənə ha vaxtsa pis davransa, hər halda ki, mən gözləyəcəm ki, o məndən yaşlı balacadır. Amma mən səhvəmsə, mən utanmaram Minadan gedib, qucaqlayıb bir üzü Yox, mən demirəm barışın. Mən deyirəm, bunu boş ver. Yəni ki, heç qoyma girəm. Mən o gün də Roza etdim. Vəbşə qadağa qoy ki, sənə onlar haqqında sual versinlər. Dedim, şəkilini göstərsinlər. Yox, yox, hansı verişə çıxırsan? Yox, ATV-də çalışmaq. Bu o demək deyir ki, siz barışmalısınız. Bax, hara gedirsən, naftalin söhbətləri səni üzvə çıxardılar. Onda gəl belə danışaq da, qardaş. Xəzər televiziyası olanda qızlar heç qrup kimi yox idi. Mənim də iqtidarımda deyildilər. Gəldilər, mənimlə bərabər çalışdılar. Xəzər televiziyasında mən 7-24 hər zaman sevimli ifaçı idim, qonaq idim. Sonra qızlar gələndən sonra Roza Zərgəli neçə il qadağada oldu? Kim götürdü onun qadağasını? Qadağa deməyək, mən götürüm rəhbərliyə etdim ki, niyə Roza Zərgəli qadağada Roza efirdə yoxdur? Zərgəli var idi, sən götüzdürdün, qardaş. Sənin efirinə ilk dəfə gəldim. Və bunları unutmaq olar. Elə şeylər var ki, mən görürsən, danışmıram, demirəm. Qutarıb, olay olub, söhbət bağlanıb, hərə öz işində, gözəl həyatında, hamımıza xoş günlər. Amma nə gözəl ki... Amma mənim qədər də, bizim bürcümüzdən irəli gəl, mənim qədər də mülayim bağışlayan ikinci insan tanımıram. Mənim ətrafım hamı deyir ki, sən nə qədər səbirlisən, əslində çılğın görünürəm. Real həyatda mənim qədər səbirli adam yoxdur. Bir insana çörək verəsən, insan səni lağa qoysun, tamaşaçılara özünü göstərsən. Bugün səni sevən tamaşaçı sabah səni söyür, başımıza gəlməyibdir. Bir gün xeyriyyə eləyirsən, axırıncı pulunu verirsən, sabahsı gün həmən adam səni söyür. Dünən direktdə biri yazıb, səhifəmdə yazır ağzına gələni. Girirəm, baxıram, Darik Takazov bu aylardır mənə sevgisini etiraf edir. Yazdım oğlana, utanmırsınız siz adam içində özünü göstərib məni təhqir edirsən. Burada yalvarırsan. İndi mən səni bunu skrin elim, biabır elim. Bunlar da eyni ilə. Elə bilirlər ki, 2 dənə alqış çox şey deməkdir. Bu alqış sabah qarğışdır. Biz sənətdə 21 ildir, 22 ildir və illər bu çaba göstərə-göstərə niyə gəlmişik? Biz bax pandemiyadır. Canlı oxumaq üçün, o alqışlar, emosiyalar üçün çox darıxırıq. Amma bilirik ki, o darıxdığımız elə insanlar elə olur ki, səni elə söylür. O gün demədin, özünü tövbə eləmişim xeyriyyə işlərində, mən də. Danışdı, kütləvi eləyəcəm, amma fiziksal olaraq kiməsə eləməyəcəm. Çünki niyə? O ona bıqtırıb gətirirlər. Yəni, bu qədər də olmaz. Biz adi insanıq, biz burada müğənniyik. Küçüyə çıxırıq, maşınımıza minirik, bizi qayda ştraf yazır, həkimdə bizə dərman yazır. Bizim hansısa bir üstünlüyümüz yoxdur ki, yəni üstünlüyümüz yoxdur, biz adi, biraz tanınmışıq da, biz yolda gedəndə bizi tanıyır kimsə. Mənim peşəm sadəcə həkim deyil, həkimdir, kosmetika ilə məşğulu, kosmetolog, üzlə məşğulu. Amma Nurlan xanım doğrudan həkim deyə, yəni bugün iynə vurub gələnlərdən deyir ki, bizi bu masada birləşdirən nədir? Bir efirin qonağı, amma xanımın öz peşəsi var, bizim də peşəmiz budur. Bizim peşəmizə görə bizim nədir emosiyalarımız, insanlara xoş aqibət bağışlamaq. Uzbaqoyisiya. Xoş aqibət bağışlayırıqsa, bu insanlar da bizə azından heç olmuyor, sussunlar. Əkök son əlindən biraz... Təşəkkür, Yox, əkək. Sənət insanlara çox dediyinizi demək istəyirdiniz, mən dedim Çox də. qəddarcasına yanaşırlar. Toyluq, bilmirəm bu nədən irəli gəlir. Azərbaycanda bu ölkədə ancaq müğənnilərdən başqa heç kim yoxdur. Amma çox təhqir edirlər, çox söyüş söyürlər. Ora bax, mənə yox. Yəni bilirlər. Xahiş edeyim, kim nə danışırsa sosial şəbəkə istifadə onları klub planına göstərin ki, məndən uzaq olaq, buyurun. Yazıq uşağa baxırım. Fərdin də dərdi var. Gəlin biz bir şey, Fərdin də sual verəcəm. Gəlin biz Nurlanlı xanımın, necə demək, öncə və sonraki halda olan pasiyenti gözəl xanımlarının görüntülərinə baxaq. Buyurun. Bax, xanım sol tərəfdə, before, after. Üzü yanmışdı. Bu xarici vətəndaşdır. Burun da balacalaşıb burada. Qızda görüncə dəyişikliyi var. Gözlərinin içinə canavar. İtaliyada olan tələbəmizdir. Baxın, dərisinə baxın. Ləkə. Ləkə var idi, ləkə yox. Ən geniş qırmızı məsamələr üz belədir. Dilbərə aparacağım buraya inşallah. Deyə ora baxın, ora baxın xanıma. Qara dairələr. Qara dairələr var idi, ağappaq olub. Görürsünüz xanımın üzündə. Ümumiyyətlə, üz dərisi qulluğu sevir. Nə qədər düzgün qulluqda olanda, düzgün, reglament düzgün olanda, dəri çox sevinir, təşəkkür bildirir sıradama. Bəli, bu da Türkiyədə yaşayan həm yerimizdir. Baxın, xanım üzü qaradır, burada burnu da incələşib, görün nə qədər gözəl masaj olubsa, dodaqlarının görüntüsü avalı düz yerinə çıxıb. Burada Golden Touch proseduru icra olunub, 24 karat qızıl dərinin altına daxil eləmişik və orada qalır, ləkələr açılır. Roza ürəyə gedir, özü ki zərgərliyiniz qayadır. O xoşlayır qızıldan, brilyant o tozlarıysa, Allah can sağlığı versin. Bəli, bu da xanımın burnu da balacalaşıb burada, görün nə qədər doğrudur, necə dəyişikliyi olur. Bir sözlə xanımlar, bizə inanın, biz heç vaxt televiziyalar olaraq, mən düşünürəm bütün televiziyalar
pis insanı reklam eləməzlər. İnanmadığımız məhsulu reklam eləmirik, çünki simamız itə bilər. Ona görə də Nurlana xanımın Babyface by Nurlana, düzdür etdim. Babyface by Dr. Miyabi. Miyabi və Dr. Miyabi ilə bir yerdə gözəlləşin və öz gözəlliyinizin sirrini iynələrlə yox o, amma gözəl bir, necə deyim, təbii bir şeylərlə qabardın və göstərin. Fərid, bax, bayaq Roza etdi ki, arada olan Rozanın sənətdə stajı var, sözü keçərliliyi var. Varmı ki, sənin yaşıdların hansılar ki, bu günləri sənin yolunda bir çəpərdilər və sən bunu bilirsən? Yox, çəpər yoxdur, amma onu deyə bilərəm ki, misal üçün tanıyırlar, amma elə göstərirlər ki, güya tanımırlar. Misal üçün, adın keçəndə deyəndə deyirlər ki, tanımırlar. Yox, misal üçün, mənim ortaq bir tanışım olub, misal üçün, ondan bir intriqam olub, o da mən tərəfdən olmayıbdır. Sadəcə bilmirəm, niyə o insanlar var niyəsə sənə paxıllıq eləyirlər və sənə agresiya yaradır özündə. Çünki sənin yerin olmaq istəyirlər həyatım. Bilmirəm, ya öz yerini tapa bilmir, həqiqətən var belə. Yəni, ortaq tanışımıza deyir ki, mən onu tanımıram, amma belə çıxır ki, mənlə tanışdır da o. Yəni, niyə bunu deyirsən ki, mən sevdiyim ifaçılar... Fərid, kimləri bəyənirsən öz janrında, cavanlardan? Cavanlar, bax, bu günləri sosial şəbəkədə tanınan, onların ifaları tanınan bəylərdən, xanımlardan kimləri bəyənirsən? Misal olaraq mən hiss deyə bilərəm, bəyənirəm tərzini. Hiss yeni çıxıb şahid dəvət edəcək bir gün verilişimizə. O tərzini bəyənirəm. Yəni, əslində çox ifaçı var, bəyənirəm. Misal üçün? Ya, bəlkə də deyəcəm, siz tanımayacaqsınız. Niyə? Deyirəm, biləydi, onlar tanısın. Heç kim bir dənə də qız var, Nəzrin. Nəzrin də, hə, bəyənirəm. Nə oldu? Mən əslində belə deyim də, mən ümumiyyətlə zövqüm dəyişib. Əvvəl digər musiqiyə qulaq asırdım. İndi nəyə qulaq asırsın? İndi tamam fərqli. Əslində qalsa, mən başlayanda pop ifaçısı kimi başlamışım. İndi rapə daha çox qulaq asıram. Bax, sosial şəbəkələrdə indi biz bir-birimizi izləyirik. Açırsan, canlı yayımların olur. Olurmu ki, biri girir oraya, sənə elə söz deyir ki, 50 dənə yaxşı kommentdən sən bir dənə pisi varsa onu görürsən və ona aqressiv cavab verirsən. Mən özümə dəfələrlə söz vermişəm ki, ümumiyyətlə direktdə filan yazılar eləyirlər, yəni pis-pis şeylər yazırlar. Özümə söz vermişəm ki, onlara yazmayacaq, amma hərdən elə insanlar olur ki, özünü elə çıxardırlar ki, saxlaya bilmirsən. Hətta nömrəyə belə istəyirsən ki, danışasın o insanla. Olur, o qədər olur. Amma mən elə insanlara zəif baxıram. Çox zəifdir o insanlar. Mina, dəqiq cavab vermirsən. Çünki bizim bəzi müğənnilərimiz var, hətta söyürlər onları. Sonra deyir ki, mən deyirdim, mənim işçim eləyib bunu. Mən söz demirəm, amma mən cavab yazıram. Deyim, gəl direktdə nömrəni bırak. Gəlmirlər, nömrəni də vermirlər. Deyir ki, girib deyir, mən sizin tanış olmaq istəyirəm. İstəyirəm ki, mənə cavab yazasın. Sən məndən soruş, son günlər kimə qulaq asırsan? Kimə qulaq asırsan? Səncə kimə qulaq asıram? Mən də bilirəm, başa deyirəm. Minaya. Oy, hansı mahnısından? Teşekkür ederim. Günahkaram. Gəlin Fəriddən bir ifa alaq biz, mikrofonu verək. Sus, bu gece git uzağa, danışma ürəyində. Bitirdim beni sağ ol, söyle diləyinlə. Gedim mi qalım mı, ayrılıq arasında. Sınadıq alan mı, dərd orasında. Sus, soyuyup daha qəlbim buz. Bizim ayrıldı daha yolumuz. Nə sevgili, nə də qal dost. İçip gece yediğim, ola gecelediğim. Güç evcime değil, nece içiremeyip. Değil özü biller öze yattı hiç ele değil. Bence hiç ele değil, çünkü vecime değil. Değişici her şey değil son gar, gözde her şey diyeyim sonra. Beni mecbur edir buna bir zorla, yeni yitirdim kaldı deneyim sonunda. Farklı insan yeni forma, ne durma yanımda giyip doğma. Yeni yıkaran çantamı deyip sonra yine gizlin gideceğim deyip doğmaz değil mi? Artık değişti obraz. Axı alınmaz belə, ürəyib doymaz beyin sevgini yadından silər. Bitirdin məni, biz batan bir gəmi. Artıq səninlə sənsiz mənim vecimə deyil. İçib gecə yedim, onlar gecələdim. Güc
Mahnıdan sonra mən istəyirəm sponsorlarımıza yenidən keçid edeyim və sponsorlar haqqında məlumatı sizə çatdırım. Verilişimizin sponsoru Amerika Oftalmoloqlar Akademiyasının üzvü, oftalmoloq cərrah Günay xanım Əliyevadır. Günay xanım Əliyeva kataraktı, anadan gəlmə göz qüsurları, əməliyyatların ən son üsulları icra edir. Qeyd edək ki, katarakt əməliyyatlarında Amerika istehsalı olan ağıllı linzalardan istifadə olunur. Siz eynəkdən eksemer lazerlə cəmi 7 saniyə azad olursunuz. 050-850-85-00-a zəng vurub Günay xanıma müraciət edə bilərsiniz. Bizim üst çənə cərrahı Doktor Sənan xan Kişiyev, diş implantasiyası, ağız boşluğunun cərrahiyyəsi, diş ətinin cərrahiyyəsi, çətin çıxan dişlərin cərrahi yolla çıxarılması, bunların tam peşəkarcasına bizim doktorumuz Sənan xan Kişiyev icra edir. Diş implantlarının qoyulması endirim qiyməti 380 manatdır. Koreya implantları, Amerika, Fransa və Almanya implantlarının qoyulması cəmi 700 manat, 20 il zəmanət verilir. Ən yaxşı və ömürlük zəmanəti olan implantlarsa İsveç və İsveçrə implantlarının qoyulması endirim qiyməti hal-hazırda 1500-dür, 900 manatdır. Çənə əməliyyatında düz 30% endirim var. Ünvan Nəsimi rayonu, Sarabski 16. Babyface metodikası iğnə, dolğu, lazerdən istifadə etmədən yalnız təbii tərkibli preparatlarla, xüsusi masaj texnikası ilə üzdəki pigment ləkələri, genişlənmiş məsamələr və digər bütün problemlərdən azad olmanın yeganə yoludur. Nobel Prospekti 15 Megafan Əyləncə Mərkəzinin 1-ci mərtəbəsi düz yolun qırağındadır. Əkbər, bax, bugün bayaq Rozanın sözündə bir balaca bir həqiqət var idi. 20 ildən çoxdur Röya ilə dostsan, amma Röya bir çoxlarına dəstək oldu, onlarla duet oxudu. Sizin də bir fikriniz var idi, çünki sənin onun ifasını və mən görmüşəm də sizin dostluğunuzu. Nəcə belə bir şey təklif eləmədin ki, Röya? Çünki bugün Röyanın kütləsi çoxdur, sənin də öz kütlən var, öz auditoriyan var, amma nəcə belə bir layihə ilə irəli gedib Röyaya bunu istəmədin? Artıq 26 il biz onunla dostluq edirik, amma bizim aramızda heç vaxt bu barədə, iş prosesində niyə olmayıb? Olmayıb, bilmirəm. Nə məndən bu söhbət açıqlama olmur. Ondan da bu sözlər olmur ki, hansı bir proyekt açdı. Təmənnasız bir dostluq edirik, amma Əkbərin dostluğu tam başqadır. Mən Röya ilə Əkbəri indi illərlə tanıyıram. Amma nə əcəb ki, bu olmayıb. Özdə ki, Röya bir insandır ki, mən bilirəm Əkbər ona desə ki, oxuyacaq. İndi biz üçümüz oxuyacaq. Hər şey ola bilər. Ona görə bu barədə biz artıq yavaş-yavaş düşünürük, Tolik. Artıq biz bu barədə söhbətlər var. Biz fikirləşməliyik, mahnı söhbəti, mahnı qıtlığı var bu barədə. Ona görə çalışarıq bu ildə, 21-ci ildə gözəl bir... ifaçıları kimi sizə bir sual verim. Bu həftə, keçən həftə mən bir çox müğənnilərə, hətta bu haqda mövzumuz oldu. 2020-ci ildə bəyəndiyiniz duetlər. Bax, dekabr ayını yox. Yəni, Röya ilə Raufun oxudu, dekabrda oxudan mahnı yox. 2020-ci ilin hitləri sizlər üçün hansılar oldu və bəyənmədiyiniz duetlər hansılar oldu? 2020-ci il bizim belimizi belə qırdı ki, bizim ümumiyyətlə heç yerə baxmadı. Bu koronavirus bizim, ancaq koronavirus həbərləri... Əkbər, yığdığın pullar hara getdi? Yetərin qədər. Yox, mən sizə bir söz deyim, açıq-aşkar. Yəni, Əkbər 10 minə, 20 minə toya getmir, amma Əkbərin bəlli bir auditoriyası var ki, hətta mən 2-3 dəfə Əkbərə toy verməyə işləmişim, həmən günlərə Əkbər məclislər olur, gəlməyib. Yəni, mən demirəm sənin milyonun var. Yəni, qazandığı 3 ay, 5 ay yedin. Amma sizdən də az qazana biləcək insanlar var. Yəni, bugün bəzən müğənniləri qınıyırlar ki, toy niyə yoxdur? Amma siz, mən hər dəfə bunu deyirəm, siz müğənnilərdən toyu qiyaslamayın. Yəni, müğənni yoxdursa toyu. Siz o bölgəmizdə qoyun quzu bəsləyən ki, gözləyir ki, 10 dənə qoyun, 20 dənə qoyun Bakıya alacaqlar, şadlıq evlərinə verəcəklər. Pomidor, xiyar əkən, kartof əkən, evdə Bakı kəndlərində səhər 6-da durub göyərti bağlayanlar var ki, onlar gözləyirdilər ki, hər gün şadlıq evlərə 50, 100, 200 dənə dəstə göyərti alacaq. Qızıl tükanları, nə bilim, paltar tükanları, yəni hər şey toya bağlıdır. Yəni, düşün, adicə bəylə gəlinin konfeti alınır, ha. O konfeti Bakıya gətirirlər ki, onları alsın, o şəkərbura paxlava pişirənlər, yəni, bunları hamısını üçün, operatorları deyim, yəni, orada olan bizim analarımız, xadiməçilərimiz, bayırda, soyuqda, qarda dayanan, dayanacaqda dayanan o qapıya gələn ki, xoşbəxt olsunlar, 1 manat, 10 manat yığıb, onu da yarısını bilmirəm, hansı şadlıq evləri özünə götürüb, ona 5 manat, 10 manat verən insan, orada işləyən qabuyanlarımız, yəni, bütünlüklə
toy deyəndə bunlar yada düşür. Yəni tək müğənni gəldi, yarım saat oxudu, getdi döyürək. Bunun qabağına salatı da hazırlanmalıdır, kebabı da çəkilməlidir. Bundan sonra ona görə də Əkbər, mən sizi başa düşürəm, amma müğənnilər burada ah-nalə çəkəndə insanların acığı gəlir. Müğənni çıxıb deyəndə ki, biz acından öldük. Orada işləyən xadiməçi deyir, ay sənə qurban olum. Gəlib yarım saata 5 min, 3 min pul alıb gedirsən, bəs mən neyiniyim gündə 5 manata işləyirəm burada. Yəni ona görə müğənniləri çox qınadılar. Və mən də onların içində müğənniləri biraz qınadım ki, qurban olum. Mən nə Rusiyada Filip Kirkorovdan, nə Türkiyədə Sibel Candan, nə Murad Bozdan görmədim çıxıb sizdən ki, vay be, düğünlərimiz yox, biz öləcəz ya demədilər. Yalnız bu dünyanın pandemiyasında Azərbaycan müğənniləri başladı ki, biz acından öldük, biz qırıldıq, amma o günə 10 manata işləyən ofisantı fikirləşmədilər ki, o yetim 10 manata işləyir, o yazıq. Onu da 2 manatın taksiyə verir, evinə gedir. Tolik, bu Türkiyənin və Azərbaycanın şou biznesi tam fərqlidirlər. Niyə? Çünki orada paralar da fərqlidir, burada paralar tam fərqlidir. Orada da konsert olmazdı da o versinlər. Deyirsən konsertdən qazanır, orada da olmaz. Mən düzdür, ağlamadım, çünki olmayanda da ağlamağı sevmirəm. Tek sən yox. Yox, mən olmayanda ağlamağı sevmirəm. Yəni həmişə olduğu kimi göstərim. Amma bir şey var, Türkiyədə efirlərə çıxır ifaçılar, amma qonorar da alırlar. Yox, hamısı yox. Gəlir, yox, mən Türkiyə şou biznesi dostlarım var. Mən Türk müğənnisi deyiləm, mən gedirəm, hər dəfə qonorar alırım. Sən alırdın, qurban olun. Burada da verilişlər var, təzə açılıb. Deyir, gəl ki, həyatında nə var, qoy ortalığa, sənə 500 manat verim. Yəni, onu da vermə, qurban olmuşsa. Biraz gəlin, mən istəməzdim ki, bizim müğənnilər çıxıb ən çox, çünki ona görə qınaq oldular onlar. Sən də bir-bir deyədin kimlər? Müğənnilər deyəndə, biraz mənim xətrimə nə deyərək çox vaxtdır. Sən də mənim dostumsan. Müğənnilər deyəndə biz hamımız içində gedirik. Müğənni falan, 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 falan. Bildin ki, adla demək lazımdır. Çünki müğənnilər demişik ki, tamaşaçı da bax, müğənnilərdir. Məsəl üçün belə deyək, pandemiya başlayanda əzizim. Belə olmalıyam ona görə. Başa düşürəm səndə. Hamıdan çox pandemiya başlayanda yardım, müharibə, yardım. Yox, hamısı müğənnilər bunu eləməzdir. Yox, mən özümdən danışıram. Özündən sən danışırsan, bəli. Amma çox müğənnilər sakit oturdular, mən onları qınamadım. Gördülər ki, Nurlan xan, pulları da yoxdur. Sakitcə oturdular, nə özlərini rıxıb, bəziləri 1-2 gün kömək elədilər, o da olanlarından dayandılar. Başa düşürsünüz, amma elə bir mövzu gəlir ki, bu pandemiya dünyanın problemidir. Bu tək Azərbaycanda olmadı ki, buna görə üsyan eləyək biz. Gəlin sualımdan qalmayın, kimi bəyəndiniz duetdə, kimi yox. Nə duyatıldı ki bu illər? 2020-ci ildə yox. Yox, gəlin belə da. 2020-ci adlarını deyə yadıma düşsün. Türkan Pərviz, yəni siz istiyorlar... Mən izləmirəm, yox, mən nə Türkanı, nə Pərvizi izləmirəm, mən o barədə heç nə deyə bilmərəm. Bu illər... Yəni, bu il yox, 2020-ci ildə heç bir duet sizin maşını sürəndə, harasa gedəndə, keçən ildə. Biz ancaq öz duetimizi qulaq asırıq. Amma oldu. Xatirə Vasif oldu, Xatun, Rüfət oldu. Yəni, bunları bəyəndiniz? Bəyəndim. Aygün Kəzimova, Rəsul, 2020-ci ildə dueti bəyənmədiniz. Brilliant Dadaşova, Rəsul, yəni mən yadınıza salmalıyım. Hərdə gibi yadıma sal. Mən bu il fikirləşəm. Damlanın oxuduğu mahnı, Balan mahnısı ya da Rəqsanənin qızı ilə oxuduğu duet. Yəni, bəyənmədiniz bunların heç birini? Mən onu eşitməmişim, yalan deyərəm. Sözünüzdən başqa heç kimi eşitmişsiniz? Yox, ona görə Rəqsanə ilə Aysun duetini eşitməmişəm. Necə eşitməmişsin? Ən qalmaqalı duetlərindən biri oldu. Əlbət mənim yatan vaxtlarıma düşübdü. Mina, kimlərin dueti xoşunuza gəldi 2020-ci ildə? Aygün Kəzimova və Rəsul, düz dedim də adını, yəqin ki o. Çox gözəl var. Yəni Zülfiyə xanım Babayevanın oxuduğu Cavidlə mahnını eşitməmişsiniz. Ən çox bəyəndim, bir də sizin ifanızı çox bəyəndim. Çox sağ ol canım. Mən bir də bizə ən çox sevdiyim ən çox sevdiyim duet Zülfiyə xanım Babayev və Cavid. Ən çox sevdiyim 24 saatda Məncə burada ən cəsarətli sən olacaqsın. Çünki deyir, kimlərin duetini 2020-ci ildə bəyəndin? Cəsarətini necə göstərəcəm bilmirəm, amma mən yəni xatırlamıram heç bir dueti. Həqiqətən xatırlamıram. Mən heç birimizin səmimiliyinə inanmadım. Bu paxıllıqdan başqa heç nə deyil. Dola mənə qolunu. Dola mənə qolunu Aygün Kəzimovanın repertuarında ən sevdiyi mahnılar. Amma necə olur ki, sənət yoldaşlarımız haqqında məlumatsızsınız? Bax, budur bizim bugün ən böyük problem. Bugün oturan 4 dənə tanınmış sima, indi Nurlan xanıma deyəcəyəm, sonda o sual, 4 dənə sima bugün show biznesdə olan duetlərdən xəbərsizdirlər. Bu da nə deməkdir ki, rəqabət 0 dərəcəsindədir. Yəni, siz bunları bilməliydiniz ki, siz onlardan da yaxşı duet oxuyub rəqabət aparaydınız. Ən yaxşı duet bizdədir, deyən onlara qulaq asmamışıq da. Nurlan xanım, sizin əlimiz dərgər işidir. Yəni, əlləndi, bu aparatlarla deyil. Siz bu
2020-ci ildə işlədiyimiz zaman hansı Azərbaycan estrada müğənnilərinə qulaq? Amma tam səmimi, çox xahişim. Buradadılar deyə bu xanımların adını deyim, bəyin adını deyim, yox. Kimləri dinləyirdiniz? Səmimi heç kimi, çünki vaxt olmur, saat. Yəni bugün prosedur olan... Yox, bir dəqiqə, Nurlan xanım, biz məcburuq Babyface-ə gələndə o Kitay Abo Çina qoyur hərdən birdən mahnı. Mən o Çina mahnı qoyanda mən özümü Yaponiyanın o ucqar dağlarında istəyirəm ki, orada oturublar, bax belə deyirəm, ay Çina, mən yatıram. Yəni siz Azərbaycan musiqisinə qulaq asmırsınız. Yox, deyim, mən çox sevirəm bizim musiqini, amma səmimi olaraq biz orada Can Xalibi qoyurlar qızlar, o oxuyur bütün günü. Biz heç televizora vaxtımız olmur. Yəni Can Xalibin mahnıları hamısı yatmaq mahnılarıdır. Orada Lübiminya, belə şeylərdir. Yəni mən məcburam pasiyent kimi ona qulaq asım. Yəni sizdə belə bir xanım olmayıb ki, sırf Azərbaycan qadını olursunuz. Çünki ay qız bu nədir, Rusça danışır, dəyiş bir görüm onu bir... Yox, bizdə Azərbaycan musiqiləri də var əlbəttə. Kimlərə qulaq asırsınız orada? Televizorda mən bax, indi xanımlar ki, siz danışdınız duet haqqında tam səmimi bir dənə duet görmüşəm. Röyanın, bir də Rauf'un duetini. O 2021 sayaq onu. Televizorda görmüşəm. O da 21'dir. Mən 20-dən danışırdım. O sualı verməyim. Bax, bugünkü günün mövzumuz belə maraqlı oldu, hər şeydən danışdıq. Çalışın, üzümüz gözəl olduğu kimi ürəyimiz də gözəl olsun. Çünki ürəyimizin gözəlliyi hər zaman üzümüzə vurur. Düzdür, bəziləri gedir, üzlərini dartdırır, nə bilir, bir aylıq, 6 aylıq, ha gülən kimi üzündən o bütün gülüş də gedir. Ona görə də peşəkarlara müraciət edin. Zövqünüzü özünüz formalaşdırın ki, bu zövq bizim hər birimizə individual, necə deyim, məxsusdur. Həftəmizin birinci günüdür. Və bu həftəmizi çalışaq uğurlu keçirdik və yalnız xoş əhval-ruhiyyən olaraq sabah yenə saat 12-də sizlərlə bir yerdə görüşəcəyik. Biz sizə təşəkkür edirik ki, sayıb dəvət eləmişsən Borcumuzdur. öz gözəl verişə və sənə uğurlar arzu edirəm. Nurlan xanım, uğurlar sizə işimizdə. Mina, uğurların bol olsun. Fərid, sənə də ki, çalışacaq, tez-tez dəvət edəyək. Çünki istedadlı gənclərimizi hər zaman xalqımıza tanıtdırmalıyıq. Sonda isə Əkbərdən bir ifa alacaq. İnşallah sabah saat 12-də yenə də qarşınızda olarıq. Məndən ayrılma. Gözlerim üzgün, yüreğim yorgun, halım perişan, fikrim dalgın. Tanıdığım çok ama tek kaldım. Sen de yoksan ki danışın. Kimi güldürdüm, beni ağlattı. Kime inandım, beni aldattı. Bu ne hayattı dediğim zaman günahkarım bir sen oldun. Son ümidim sen, benden ayrılma. Bir yalnızlık korkum var, benden ayrılma. Sevmeni yanımda ol ki ben yaşamaya başlayayım. Son ümidim sen, benden ayrılma. Bir yalnızlık korkum var, benden ayrılma. Sevmeni yanımda ol ki ben yaşamaya başlayayım. Geceler zenget, yuxudan oyat. Soruş ne varsa, biraz da kıskan. Axı kimin var, tek senden başka. Həsrət qalmışam, belə eşqə. Son ümidim sen, benden ayrılma. Bir yalnızlık korkum var, benden ayrılma. Sevmeni yanımda ol ki ben yaşamaya başlayayım. Son ümidim sen, benden ayrılma. Bir yalnızlık korkum var, benden
məni, yanımda ol ki, mən yaşamağa başlayım. Her şey geçer dediler. Unut, yeniden başla dediler. Tanıdığım herkes bir söz dedi. Ama anlamırlar ki seni unutsam özümü unutmuş olaram. Senden vazgeçsem özüme ait bir tarih silmiş olaram. Kalbimde az da olsa bir ümit var. Gözləyirəm. Senin döneceğin gün benim hayatımın ikinci doğum günü olacak. Menden ayrılma, menden ayrılma. Son ümidim sen, menden ayrılma. Bir yalnızlık korkum var, menden ayrılma. Sev beni, yanımda ol ki ben yaşamaya başlayım. Son ümidim sen, menden ayrılma. Bir yalnızlık korkum var, menden ayrılma. Sev beni, yanımda ol ki ben yaşamaya başlayım.